Necəsən Zosiş? Bizə abunə olun. Yaxşı. Bizə abunə olmağı unutmayın. Bax elə indicə açmışkən bu epizodu orada subscribe düyməsinə, abunə ol düyməsinə basın ki, hədəfimiz yaxşı mindir. olacaq. Bəli. Hədəfimiz ilk hədəflərimizdən biri mindir. Daha Bəli. sonra gedərək. Daha sonra yeni hədəf qoyacağıq. Hədəflərimiz 500 idi artacaq. hədəfimiz, 500-ə çatdıq. Sayənizdə indi bizi 1000-ə çatdırsaz sizə çox mütəşəkkir olarıq. Var elə söz. Mütəşəkkir olaraq olmalı. Mütəşəkkir olarıq. Görürsüz? Məndən də var sözlər çıxır. Zosi, keçən epizodu biz askeza edərək bağladıq. Bura o emoji qoyacağam. Meymunu var ya gözlərini yumur. İndi danış görək askezanın necə keçdi. Zosi. Mikrofonu yoxlamadıq amma it should be fine. Məncə it's fine. Yeah. İşığı yanırsa it should work. Hə, danış görək sənin bu bir həftəlik şikayət etməmə askezan necə keçdi? Mən o askezanın ümumiyyətlə yaşandığını, o askezanı aktiv elədiyimiz andan hardasa yalan olmasın 15-20 dəqiqə sonra unutdum. Təbii ki, çünki heç bir şeydə fokusumu uzun müddət saxlamadığıma görə askezada da saxlaya bilmədim. Bəzən bunu excuse olaraq istifadə eləyirsən. Söz həqiqətən unuduram. Amma həm də eləyirsən. İşivə yarayır da bu. Bəlkə eləmişəm, bilmirəm, unutmuşam. Onun bir dənə adı var, weaponized incompetence. Ola bilər. O silah kimi so, istifadə olunan bacarıqsızlıq kimi bir sözdür. Deyirsən, bəlkə subconsciously eləyirəm. Amma özü bəs belə hallar da olur da. Burada mən yəni ki, bunu weaponize eləmirəm. Çünki bu mənim actually başıma gəlir. Yox, bu ümumiyyətlə maraqlı gəldi mənə ki, onu istifadə eləyirsən və bəzən ki... İndi sən dedin, biraz onun üstünə düşünərəm, epizod ərzində sənə deyərəm. İndi mənim beynimdə bir dənə təb açıldı. Epizod ərzində səninlə danışa-danışa mən onu düşünəcəm. Amma məsələn, bu günləri mənim bir pick-up'ım var idi, müştərim gəlməli idi. Balaca bir art shop'um var, nəysə oradan artlar satıram və bu günlərin bir müştərim gəlib art götürəcəkdi. Buna schedule eləmişəm ki, 4:30-da gələrsən, front door'da səni qarşılayacağam. Bu da deyib, həfsə mən yoldayım, gəlirəm. Bununla bunu danışıb, əynimi geyinmişəm, düşmüşəm cimə. Çünki unutmuşam. Anında. Yazdım, o an təsk qoydu ki, mən ona cavab verməliyəm. Amma nə cavab vermişəm, onun reminderını qoymamışam beynimə. Və görəm, bir də cimimiz də düz front door'a baxır. Baxıram, bir də maşın gəldi, saxladı, qadın orada nəsə yazır. Görəm, o yazdıqca mənə mesaj gəlir. Birdən yadıma düşdü ki, mən gedib onu... Amma biz bura nereden gəldik? Askeza. Askezadan. Yox, yəni. Amma bu həftə daha az da şikayət eləməmişəm, durmadan şikayət eləmişəm. Çünki mən bir şikayətdən ibarətəm. Yəni şikayət şeyini bilmədik də, sənə necə təsir. Heç onu track eləmədim. Yəni, əslində istəyərəm biraz şikayətə azaldım. Amma yaxşı bir əslində əlimə imkan düşmüşdü bunu yoxlamaq üçün, amma bu həftə çox loaded idi. Zosi yaxşı bir həftə deyil idi askeza üçün. Şikayət eləmək üçün o qədər səbəbim var idi da mənim. Ona görə səbəbim az olduğu bir həftə onu implement eləyəcəm. Seçib eləyək, bir dəfə eləyək. Bəs sən? Mən valla bu həftə o qədər asosial bir həftə keçirtmişəm ki, yəni şikayəti kimə eləyəcəm desən. Yəni mən Zosini keçən həftə gördüm və sonra bir həftə mağara kimi belə bağlandım belə qabığıma. Arada olur axı məndə elə o dövrlər. Və çox danışmamışam. Çox danışmadığım bir həftə idi. Amma ümumiyyətlə də məncə mən çox şikayət eləməyə sevmirəm. Yəni onu şikayət eləsəm deməli nəyisə səhv eləyirəm və bunu özündə onu qəbul eləmək sənin üçün nətər mən hər şey. Bir qoç olaraq. Amma şikayət eləyəndə özündə yox, qarşının tərəfdə elə bir biraz... Onu da o qarşı tərəfdə hər şey axı mənim kontrolumda olmalıdır həyatla bağlı. Deməli mən nəsə səhv eləmişəm ki, qarşı tərəf bu səhvi buraxıb. Bir problem var, Məsələn, işimlə bağlı nədənsə şikayət eləsəm, deməli mən səhv eləmişəm ki, bu işdə seçmişəm. Ona görə özümdə onu heç vaxt eləmirəm. Necə maraqlı. Yəqin oradan gəlir, çünki məndə çox yoxdur şikayət eləmək. Amma Zosi, indi bəs bizə nə yadıma düşdü? Bayaq dedin, onu weaponize eləyirəm yoxsa yox? Eləyirəm. Bilirsən nə də eləyirəm. Məsələn, mesajlara cavab verməkdə həqiqətən unutqanlığım var. Amma bəzən də deyir, mən elə hamı tanıyır ki, Ayseldi də görmədi və yaxud gördü, yadından çıxdı cavab vermək. Onu deyirəm ki, bilirsən də mənim yadımdan çıxır, amma bəzən prosta cavab vermək istəmirəm.
Kimdən gəlmir? Yeah. Bu weaponized incompetence məsələn necə bir şeydir də sizə də Sən döyəcəksən ki. gəldim yenə terminlərlə sizi döyməyə. Döymənisi də bravo gibi qoya bilərik. Nə olar, çox gülməliyəm. Hər həftə hansını? Döymənisi də bəni. Hə, döymənisi də bə. Hə, bu deməli necə bir şeydir? Sən məsələn tutaq ki evdə nəsə eləmək istəmirsən, bununla bağlı dünən gülməli reel gördüm. Oradan nəsə ağlımda qalıb da, ona görə yadıma düşdü o termin. Deməli, qadın gəlir yoldaşına, ərinə, whatever, deyir ki, bir dənə güzgünü asarsan, o da deyir ki, asacam da, bir moment asacam. Yəni kişilərin klassikdən asacam, sonra asacam. Heç vaxt sonra gəlib Heç vaxt gəlmir, hə. Sonra qadın deyir ki, mən bilmirəm güzgünü necə asırlar. Mənə başa sala bilərsən güzgünü necə asırlar. Özünü hero hiss eləyəcək. Kişi də mən sənə indi okey, qız da belə oturur, qız da yəni o weapona, yəni öz bacarıqsızlığını silah olaraq qılır. Oturur belə əlində kofesi və gözləyir. That's so smart. Qaqaş deyir, deməli əvvəl angle belə eləyirsən, sonra burdan belə eləyirsən falan. Hə, başqa nə lazımdır? Yəni bu yolla insanları istədiyin şeyi elətdirə bilərsən. Zosi, insanları ayrı, amma bir də kişilərə bəzi şeyləri oyun yolu ilə çox elətdirmək olur. Ay sağ ol. Hə ki, mən bacarmıram. Əslində bacarırsan, amma mən məsələn nədə weaponized incompetence-imi istifadə edirəm? Məsələn mənim social anxiety-lərim var da, müxtəlif sosial anksiyetələrim. Bəzən məsələn o yoxdur. Amma bilirlər axı ətrafımdakılar ki, o var məndə. Əslində özüm eləyə bilərəm də onu məsələn. Amma deyirsən getsən elə də. Amma deyirəm, mənim anxiety-m tutub mənə. Eləyə bilmirəm, bacarmıram. Halbuki çox da rahat eləyərdim də, başa düşdün, amma onu istifadə eləyə bilirəm məsələn insanlara. I see what you mean. Bir də mən amma özüm nədə düşürəm ona, o həmin o kişi kimi. Nəsə axtarılanda evdə mən tapmağı çox sevirəm və özümü hero hiss edirəm nəyisə tapanda. Elə bilirəm ki, Zosi, sən bilirsən, mən səndə onu hiss eləmişəm. Tapmaqla var. Elementar bir şey də belə, çox uzağa getmirəm. Bir dəfə bizim club roomda çəkiliş eləyirdik və mikrofonu nəsə çıxardanda arxadakı maqnit prosta düşdü harasa. Zosidən ikinci bir Zosi çıxdı. Mən axtarmaq mənim çox sevdiyim. Çox gülməli tərəfi odur ki, maqnit deyənə gedib prosta yapışıbdı. Yox, sonra üstümüzdən çıxdı, paltarımızdan çıxdı. Biz oranı süpürdük də, yəni divanların altına, üstünə gətirdik. Mən deyirəm ki, Zosi boş ver, orada ekstra bir şey var, maqnit var, uzaq başı onu işte. Yox, biz onu tapmalıyıq. Yəni ki, tapmaq xəstəliyim var, var. Aktivate oldu orada. O uşaqlıqdan məndə var. Hətta yadımdadır ki, biz uşaq vaxtı evdə məsələn nəsə itir də olur da, böyük evlərdə, ailə böyüdür falan. Deyirlər, Nərmin tapar. Yox, birdən evdə belə hamı başlayır dəli kimi oradan ora qaçmağa, tarap durub. Mənim belə bir gic bir texnikam var idi. Mən deyirəm, bir dəqiqə sakit durun 30 saniyə. Otururdum yerimə və həmin günü fikirləşirdim ki, bu dünən itibsə, dünəndən bu evdən də belə otururdum. Hamı oca bilirdi ki, mən onu elə tapacağam da. Hamı belə meditat, hamı belə baxırdı mənə. Belə gördüm. Ayılırdım, elə bil ki, ekstrasens kimi də. Hə, belə açırdım və oradan çıxırdı və həmişə oradan çıxırdı. Yəni prosta başlayırdım senari olaraq düşünməyə ki, bunu bu işlədir, ən son ondan da və o gündən bu günə tapmaq ən sevdiyim şey. O gün nəsə itəndə mənə deyəndə ki, tap, əlimdəki hər şeyi buraxıb gedim o axtaracağam. Zosi, səndə şey olur, məsələn gecə vaxtı birdən deyirsən ki, o arada bəlkə sizin də qabağınıza çıxır, mənim qabağıma çıxır video, yatdığım yerdə birdən deyirsən ki, çoxdan da doğum şəhadətnaməmi görmürəm. Geyirsən, check eləyirsən ki, ordadır hələ də yoxsa. Əvvəllər məndə olur. Sənəd itirmək qorxusu. Geyirsən, double check eləyirsən ki, ordadır ya yox. Yes. Mən yadımdadır ki, İtaliyada tək yaşayırdım. Və çox məsuliyyətli və çox qorxurdum. Yəni ilk dəfə tamamilə başqa bir ölkədə tək. Türkiyədə yenə. Yəqin ki, onun verdiyi belə birdən gecə 3-də oyanıb, yəni 100% kredit kartımı axtardığım yadımdadır ki, gecə 3-də belə oyandım ki, kredit kartım ən son arada. Çünki bir dənə kredit kartın var da, düşün. Başqa sən heç nəsən İtaliyada da. Və evin altını, üstünə bir də onda adama təlaş da gəlir axı, belə narahatlıq. Onda oturmurdum belə. Yox, onda məsələn o gecə belə o şey mənə gəldi. Necə gəlibsə hələ də o gecəni xatırlayıram pis memory olaraq. Məndə də olur o. Neçə dəfə olubdu ki, gecənin ortası bir də bizim bütün sənədlərimiz bir korobka var, onun içindədir. Həmişə ordadır. Yenə də o təlaş gəlir adama. Prosta beynim deyir ki, nəsə mən çoxdandır bu şəkili görməmişəm. Xahiş edirəm, get mənim yadıma sal o şəkili. Gedirsən sən onu dəli kimi axtarırsan. Dəli kimi axtarırsan. Doya-doya baxırsan, beynin yadında saxlayır. Sonra gəlsən yatmağa təzədən. O nədən gəlir? Yəqin ki, bizim
başqa bir ölkədə immiqrant olmağın yüküdür o bizdəki. Yəni bu sənədlər bizim həyatımızda çox önəmli. Yəni asan xidmətə getdin 2 dəqiqədə həll elədin deyil də. Bunlar yəni çox böyük. Bir də mənim bir dənə çox başqa bir qorxum var. Əvvəl kasıb ölmək. Ondan başqa. Bu arada başa düşdüm ki, qorxum. mən tək deyiləm. Comment sectionlarda gördüm ki, mənim qədər kasıb ölməkdən qorxan bir neçə nəfər daha var. Ona görə mən sizi çox gözəl anlayıram. Biz heç birimiz kasıb ölməyəcəyik. Əgər bizdə bu qorxu varsa, o bizi drive eləyir. Mən əminəm ki, biz varlı öləcəyik. Ay, ölməyək. Kasıb ölməməyin alternativi varlı ölməkdir də sənin üçün. Hə, zaten onun opposite odur da. Orta sinif. Orta sinif yox, istəmirəm. Orta sinif qəbul eləmirsən. Been there, done that, no thanks. İstəmirəm, yox. İkinci qorxun. İkinci qorxun deyəndə. Burada DMV-yə gedirsən, hər dəfə sürücülük vəsiqəvi yeniləmək üçün hər il əvvəl biz gedib onu yeniləmək üçün müraciət eləyirdik. Mənim də gözlərim zəif görür və burada heç vaxt gedib həkimə göz açıqlısı almadım. İndisində də yəni gedib almamışam. Mən almışam, amma istifadə eləmirəm. Ancaq qaranlıqda çünki mənim gözüm istifadə eləmirsən, görmürəm. Halbuki sənə çox yaraşır. Heç vaxt eləmirəm. Bir epizoda çıxdı açıq ilə. Okay. Mən çox sevirəm bu arada insanlar qadının kişili fərqi yoxdur. Açıqı mənə çox seksi gəlir. Məncə səni də çox seksi göstərir. Amma çox görürəm axı o məni narahat eləyir o qədər görməyə. O qədər öyrəşmişəm az görməyə. O lupa taxmış kimi hiss edirəm özümü. Çox aydın görürsən o səni narahat eləyir. Çünki öyrəşməmişəm elə aydın. Görürsən. Yes. Və mənim qaranlıqda gözüm biraz zəif görür. Hər dəfə mən gedirəm orada göz yoxlayırlar da, adi alanda yoxlamırlar, amma sürücülük vəsiqəsi üçün yoxlayırlar. Mən elə əsası gedirdim ora ki, bu dəfə 100% keçməyəcəm. Evdə hamının başını dəli eləyirdim ki, mən bu dəfə 100% keçməyəcəm. Yəni dəxlisi yoxdur. Amma həmişə də keçirsən də. Həmişə də keçirəm. Necə keçirsən bəs? Görürsən də deməli. Demək ki, o qədər də pis görmürəm. Niyə sözümü inandırmışam ki, yaxşı görmürəm. Amma bəzən də çox pis görürsən Zosi. Yox, görməz zəifliyim var. Sadəcə yəqin ki, onlar da orada leveli var da. Yəqin o levela qədər görmək blurry görürəm. Orada hərfləri deməlisən onlara və çalışıram belə gözümü qırıb napriqat eləyim, deyim o hərfləri. Mən elə gəl indiki dövrdə həm də uzağı o qədər görmək o qədər önəmli deyil əvvəlki qədər. Yox, yəni niyə deyirəm? Yox, bunun arxasında bir fikir var. Belə çox mənasız səsləndi. Çox önəmli. O biri kənddə kim qoyun otarır onu görməyə o qədər o mənada demirdi. Yəni demək istədim artıq əlimizdə telefon var deyə biz istədiyimiz an zoom eləyə bilirik. Çox rahatlaşıb. Əvvəllər Zosi mən hazırlığa gedəndə avtobus buramdaydı və mən qaçırdım. Yəni 95 yoxsa 96 olduğunu anlamırdım deyə. Gedəndən sonra başa düşürdüm ki, 90 mənə lazım və 1 saat daha gözləyirdim filan. İndi əşya zoom el məsələn də tutaq ki, indi harda mən görmədiyim ən çox mənə mane olur harda. Tutaq ki, kafeyə getmişəm, uzaqdakı menünü görürəm. Zoom elədim, 1 saniyədə gördüm. Əvvəllər başmışdın. So indi o mən məsələn heç ehtiyac hiss eləmirəm. Bəlkə maşın sürmürəm. Bəlkə maşın sürsəm yolları zadı. Qaranlıqda əziyyət çəkərsən. Bir də burada bəzi küçələr elə bir zülmətdir yəni. Bəzilərində işıq var. Bir də biz meşəlik bir yerdə yaşayırıq, sıx meşədə yaşayırıq. Bəzilərində zülmətdir. Anyways, mövzulara dağılmadan həftənin kommentini burada paylaşırıq. Hələ seçməmişik, amma seçəcəyik. Deyəsən seçmişik amma. Mən bir dənə o kommenti istəyirəm. Dönərli kebab. O çox şirin kommentdir. Hə, o yəni bizi çox güldürdü. Çox ürəyimizdən oldu. Dönər kommentimiz həftənin kommenti oldu. İndiyə kimi aldığım ən şirin kompliment idi o yəni. Mən də çox sevdim. Daha gözəlini eşitməmişdim, ona görə onu paylaşacağıq. Keçək Zosi, bu həftə bizə nələr planlamısan danışmağa? Bu həftə üstümə çox pressure qoyuldu. Zosi dedi ki, mən nəsə bugün yaxşı hiss eləmirəm özümü, söhbəti belə idarə edərəm. Mən də ki, o pressure'ın altında epizodu çəkməyimizə 10 dəqiqə qalmış. O qədər mövzu tapdım ki. Başa düşdüm ki, əslində o qədər də böyük problem yox imiş. Zosi, biz səninlə bu haqda ayrıca belə arada danışırıq, amma heç vaxt deep dive eləməmişik. Bu arada bəzi danışacağımız mövzular üçün ChatGPT-nin köməyi ilə mən də terminlərlə hazırlıqlı gəldim. Bugün Zosi də terminlərlə sizi qarşılıqlı söyləyəcəyik. Deməli, əşyalara bağlanan insanlar
Bəzi insanlar var ki və əminəm ki bizim böyüdüyümüz mühitdə uşaq olanda ətrafımızda da ailəmizin içində də elə insanlar olub, böyük əksəriyyətimizdə. Məsələn, balkonu açırdın və yaxud qaraja gedirdin. O qədər lazımsız əşya var idi ki və o əşya niyə var idi? Heç bir köməyi yox idi, heç vaxt istifadə olunmurdu. İllərlə sadəcə orada yer tuturdu da, o square feet-i tuturdu və rent free yaşayırdı orada. Halbuki zibilə getməlidir. Bizim belə qarajımız var idi Zosi. İçi klasterla dolu, gərəksiz. Aynen Zosi. Na всякий случай. İndi səndə necədir vəziyyət? Məndə necədir? Bəzi paltarlarımla sağollaşa bilmirəm. Var məndə də elə şey. Amma neçə ildir dalbadal mən hər il, məsələn indi qışlıqları yığışdıracağam, qış paltarlarımı donate eləyirsən. 100% yığışdıranda bir neçə dənə şey gedəcək donationa, 100%. Məsələn indi yay paltarlarımı çıxartmışam, onları sort out eləyəcəm. Neçə ildir ki, məsələn mənim çıxartdığım bəzi əşyalar var. Onlar elə qalır orada şkafda, sonra təzədən gedir. Eynən. Storage room-a. Olur, elə olur. Niyə? Olmamalıdır da. O bilirsən nədir? Biz ona çox böyük meaning yüklüyürük, anlam yüklüyürük o əşyaya. Şeyi mən oxumuşdum, Marie Kondo'nun bir ara kitabı çox populyar olmuşdu. Neydi kitabın adı yadıma gəlmir, burada yapışdırarıq. O kitab mən təzə bura köçəndə çox populyar idi və mən onda burada oxumuşdum onu. Orada soruşur da, əsas sualı o kitabın odur ki, hər əşyanı əvvəl otur o əşyaya bax və soruş ki, bu əşya mənə sevinc gətirirmi? Ən önəmli sual odur deyir. Əgər o artıq sənə o sevinci gətirmirsə, o duyğusal, sentimental dəyərinə görə onu güya ki saxlayırsansa, onu at. Amma bunu da hər şeyə apply eləyə bilmirsən də. Yəni hər əşya mənə sevinc gətirməməlidir. Sadəcə bəzən useful olmalıdır. Sevinc gətirir. Yəni ki, pozitiv bir dəyəri varmı mənasında sevinc gətirir? Does it bring you joy? Əsas sualı odur məsələn Marie Kondo'nun fəlsəfəsində. Yəni to be honest mən məsələn özümlə bağlaya bilərəm ki, paltarlara qarşı mən də Zosi demiş, yəni hər il donate edirəm, çox rahat sağollaşa bil, ən rahat sağollaşdığım şeydir. Bu məndə məsələn sentimental belə balaca güncük şeylərə dəyər verirəm və onları heç vaxt lazım olmayacaq, sadəcə belə şey kimi də, kolleksiya kimi saxlayıram. Məsələn mən nəyi saxlamışam Zosi? Amerikaya 10 il əvvəl uçanda, samolyota ilk dəfə minəndə və uzun ilk uçuşum idi. Onda özümə balaca prosek almışdım, belə balaca olur. Məsələn o butulka hələ 10 ildir saxlamışam. Mən tiketimi saxlamışam, Zosi. Amma yəni mən də tiketləri təbii ki saxlamışam, amma o butulka da əşyadır da, yəni yer tutur, amma yəni ki Mənim Bakıda bir dənə boksum var. Hə, o boks məndə də var. Onun içində nə bilim elə saçma sapan şeylər var. Zosi, eynən. Qurudulmuş mandarinə qədər də, yəni sənə o leveldə saçmalıqdan danışıram. Mən onu hətta burada gətirmişəm. Yəni o Bakıdan o həmin o mənim tiketlər, muzey biletləri, nə bilim balaca hansı xatirələr, baxırsan ki trash. Amma sentimental valuesuna görə onları bir kutuda saxlayıram. Bəlkə son 10 ildə heç açıb baxmamışam, yada salmamışam, amma orada mənim üçün qalır həmişə. Amma sən indi bu dəqiqə o kutu yox olsa, it doesn't change anything in your life. Are you gonna miss pis olaram. Ətləz o hiskiya olar hələ də. Nə qədər pis olarsan? Pis olaram. Bir neçə gün. Yo, yəni bir 60-70 yaşımda da pis olaram ona. Doğrudan ki olar. Bilim ki o məsələn baxmasam da bilim ki bir gün istəsəm ona baxa bilərəm hissi məni xoşbəxt eləyir, bildin? Ya, mən məsələn universitetdəki şeylərimi də gətirmişəm, konspekt dəftərlərimi. O dərəcə. Sən lap manyaksan ki, Zosi. Və onlara mən çox dəyər verirəm, amma mən də deyirəm manyak. Mən anketlərim hələ də durur. Görsən? Mama hər gələndə məsələn mən o dəftərlərimi zadımı istəmişəm, onlar hələ də burdadır. Açıram bir gün belə baxıram. Hansı termin yadıma düşür, burada gəlib danışıram. Auç, biz də döyülürük. Amma çox maraqlıdır. Siz də əgər belə əşya, sentimental dəyər olan əşyalar saxlayırsınızsa, nə saxlayırsınız bizə maraqlıdır, bizlə paylaşın. Amma bir də kateqoriya insanlar var ki, ümumiyyətlə heç nəyə ata bilmir. O xəstəlik dərəcəsində. Amerikada xüsusilə var Zosi. Mənim yadımdadır ki, bir dostumun ev yoldaşı var idi, Zosi Amerikalı qız idi. Mən yəni həyatımda o belə görürük ya biz internetdə ya da verilişlər olur ya belə o
trash, Yeah. zibilxanada Zibilin yaşayan, içində, evin hə. içində zibil kimi. Reindeer var idi. Hə. Məsələn, o Ay, qız sağ ol. da elə idi. Evi bütün Bax o qız mənim fiziki tanıdığım ilk insandı ki, Zosi onun otağına bir dəfə açdıq. Bilmirəm niyə açmışdıq, nəsə istəmişdi otaqdan whatever. Yəni hər gün məsələn evə şey zakaz edib, tutaq ki, pizza, bir gün nə bilim nə. Hamısı olduğu kimi yerdədir. Zosi, Hər mənə elə şey. gəlir ki, paket və hamısı trashdir yəni. İmmunna trash saxlayan insanlar o ümumiyyətlə başqa bir diaqnoz, Xəstəlikdir ya o. psychological bir issue-dur 100%. Amma bir də ümumiyyətlə heç bir əşyası ilə sağollaşa bilməyən insanlar var. Mən tanıyıram elə insan, hansı ki, həqiqətən də Pluşkin kimi hər şeyi yığır saxlayır, heç bir şeyini tullamır və onları işlətmir. Açırsan məsələn, nə bilim, kuxnyada tərpənməyə yer yoxdur. Device-la doludur kuxnya. Halbuki o device-ların həm vur tut 3-ünü 4-ünü işlədir, işlətmir də. Və biraz mən şeyə inanıram ki, o Feng Shui fəlsəfəsində də o var. O köhnə və sənə sörv eləməyən şeylərdən sən qurtulmalısan ki, yeni şeylərə bir room yaradasan da, space yaradasan. Biraz insanın içindəki bir fikirlər kimi bir şeydir də. Mənə elə gəlir ümumiyyətlə o evin içində çox əşyası olan insan, sən təsəvvür gətir evə girirsən, bir də gördün qabağıma çıxır Bakıdakı adi remontları, heç uzağa getməyim də, o çox busy olan evlər. Həm aboyu belədir, həm nə bilim lustrası elədir, həm şey belədir, hə. Dəmdəsgah. Sən orada necə fresh mind-la qala bilərsən? O da mənə elə gəlir insanın biraz beynini load eləyir. Ona çox qatıla bilməyəcəm, çünki məndə əksinədir o mövzuda. Əşya ilə bağlı yox, amma mən beyin olaraq daha loaded olanda mən mess xoşlayıram ətrafımda. Mənim məsələn stolum messi olmasa, tutaq ki, məsələn də universitetdəyim, imtahana hazırlaşıram. Mənim clean olsa mən elə biləcəm heç nə bilmirəm. Like o məni psixoloji nabarot belə çox daha yaxşı təsir eləyir o mənə. Məndə tam tərsidir. Mən işlədiyim ortamı tərtəmiz eləməliyəm ki, bilirsən hansı dərəcədə. Məsələn, mənim ofisim bu tərəfdədir, otağım bu tərəfindədir və bu tərəfim kitchen areadır və mən bilsəm ki, mənim kitchen areamda çirkli qab var. Mən işimə fokus ola bilmirəm. Mən onun hamısını həll eləməliyəm ki, sonra gedim. Elə bilirəm ki, o bir dənə rusların deyimi var. Порядок на кухне, порядок в голове. Doğrudan elə işləyir məndə. Mən bilsəm ki, mənim kuxnyam təmizdir. Mənim beynim messidir. Ona görə yəqin ətrafda da mess. Mən порядок beynimdə zaten heç vaxt olmur. Ona görə o level'a çata bilmirəm. Yəni beyin məndə də çox. Beyində porядок düşünə bilmirəm. Yoxdur porядок məndə də. Zaten. Elə bir insan ola bilmərəm heç vaxt. Amma imенно bir işə fokus olmaq istəyirəmsə, o distractionları eliminate eləməliyəm. Amma mən onu nabarot belə, sən kitabın üstünə kitab, dəftərin üstünə o belə o şeylər olur, görüntülər olur, belə yazıçıların evləri zadı belə çox klassdır. O məni nabarot inspire eləyir. Məndə belə yaradıcı bir hiss yaradır. O yəqin məndə bilirsən niyə işləmir. Zosi o fokusum dağılırsa, ola bilər, ona fokusum dağıdan çox şey varsa, mənə o ambiyans verir. Yəni o ambiyansa girirəm və deyirəm ki, mən ciddi bir işlə məşğulam. Boşluq olanda bilirəm ki, mən heç nə eləmirəm. Mən məsələn burada bir dənə advokatla bir ara işləyirdim New Yorkda, Wall Streetdə belə çox cool bir advokat idi. Nəyə fikrin getdi? Heç. Birdən zona alt oldum. Mən yadımdadır ki, gedirdim onun otağına. O adam yəni ki, nə bilim, New Yorkun belə ən uğurlu lawyerlərindən biri idi də. Otağında Zosi, yəni onsuz dəli fason bir adam idi. Yəni zarafat eləmirəm. Eyni vaxtda bəlkə 30 dənə boş su butulkası olurdu stolunun üstündə və stolu onsuz da, yəni dəlixanada, yəni bir advokat stolu. Və o butulkalar, mən yəni onu görəndə dəli olurdum ki, mümkündürmü? Amma sonra məsələn özümü o şeydə tutdum, yəni bir də ayıldım ki, mənim də qabağımda 1000 dənə məsələn kofe qabı, butulka, nə bilim nə və mən daha da belə dərinləşmişəm o an. I see. Mən görmüşəm elə masa accountantın var idi bizim accountant. Bir dəfə ofisinə gedəndə həyatımın şokunu yaşadım. Amma yəni insanın o butulkanı və yaxud whatever nəsə, səndə butulka idi, bunda başqa bir şeydi. Onu görəcək vaxtı belə yoxdur. Hə də aysa o qədər bizidir ki, onu görmür. Neçə dənə accountantla uğraşır. Artıq onu görməməyə başlayırsan. Onu görməməyə başlayır. Yes, onun beyni heç orada deyil. Elədir. Yeah.
Nəysə ki, Yəni ki, mənə o elə gəlir insanlar- bizə sörv eləməyən əşyalardan rahatlıqla sağollaşmağı normallaşdırmalıyıq özümüz üçün. Mən məsələn indi çalışıram ki, məsələn bu yay uca mən çalışacağam. 2 ildir, 3 ildir mənimlə gəlib gedən o bəzi şeyləri sadəcə donate eləyim. Ay sağ ol. Bir də burada bizdə çox rahatdır sistem. Yəni məhəllədə donate belə hər yerdə donation var, hər binada qutuları var. var. Gedib rahat yəni Rahat donate eləyə verirsən, bilirsən. hə. Bir də bilirsən Zosi, bunu demədən keçməyəcəm. Deyir, iminlə bunu fikir olaraq həmin o bir çox əşyanı öz həyatında saxlayan insanlara apply eləyə bilərik. 1988-ci ildə bunu deməyə də bilərdim. İlinin heç bir önəmi yoxdur. Amma məşhur extended self nəzəriyyəsi inkişaf edilibdir və o əşyalar hansılar ki, sən sentimental meaning yükləyirsən ona, onlar həm də sənin extended self-ın kimi görülür sənin içində. Elə bil sən biraz da onlardan ibarətsən və onlara yüklədiyin anlamdan ibarətsən. Ona görə də bəzi insanlar, məsələn, səndə eynidir, məndə də eynidir. O korobka bizim extended self-imizdir, o bizim bir individuallığımızın artıq bir parçasına çevrilib, qatılıram. Ona görə yəqin ki, bu uje clustering deyil, bu uje daha çox extended self-dır. Daha pozitiv bir şeydir, yəni negativ bir şey deyil deyə düşünürəm. Ki bu məsələn 1988 dedin də. İndiki nəzəriyyə ilə bizim extended self-imiz telefonumuzdur yəqin belə. Üçüncü əlimiz. Yəqin ki, social mediamızdır, yəni Instagramımızdır. O olmadan telefonsuz özünü təsəvvür elə Zosi məsələn ya da laptopsuz. Mən məsələn belə çox işlədiyim dövrlərdə elə olub ki, tutaq ki, səhər çıxırsan və laptopla gecəyə kimi belində o laptop. Artıq elə bilirdim ki, mənim nə bilim belimdə də bir dənə ayağım var ya da qolum var ya da qanadım var. Mən nə yaşayıram? Deyərdim ki, Zosi, məsələn Instagramda bəzi şəkillərim var, hansını ki heç vaxt silmək istəmərsən. Bax o bizim extended self-imizdir. Hətta o əvvəllər fotoalbom necə var idi ailələrdə belə hamı açırdı, şəkillərə baxırdı falan. Odur da. O bizim indiki məsələn mən girirəm bəzən odur. o bir akkauntumda köhnə şəkillərimə baxıram. Nostalgiya. Və heç vaxt onları silmək istəmərəm, yəni onlar orada olsunlar. I love it. Düzdür, yəni bizim bir parçamızdır artıq sosial media paylaşımlarımız. Zosi, sənə bir dənə sual verəcəm. Təsəvvür gətir, çağırmırıq bu arada. Planetlər də, kstati, gedib hərəsi öz yerindən eşitmirlər. Hipotetически evin yanır və özünlə çıxırsan evdən, özünlə 3 əşya götürəcəksən. Gəl pasportları çıxaq, nəm pasportdur, let's say, başqa nədir belə, essential başqa nədir, telefonu çıxırıq, pasportları çıxırıq. Başqa essential nə var? Pul, cash'in varsa, kart, tayına qaldı. Okay, qızılı qatmırıq. Okay, pulu da qatmırıq. Okay. Essentialları qatırıq, telefonun və pasportun. Onun dışında 3 əşya nə götürərsən? Əşya olaraq? Hə. Düzünü deyim, bizdə burada Amerikada tez-tez fire alarm olur. O qədər yaşamışam ki, çox rahat deyim. Prosta evdən çıxırsan. Evdə bir də görsən durduq yerdə belə darang-durang. Bir də burada şeydir, evlərin içində şey var, kolonka kimi də səs. Və birdən mikrofonla başladılar danışmağa evin içində ki, bəs düşün aşağı, nə bilim, evin içində kimsə danışır. Yəni hal-hazırda 3 əşya desən ki, götürmə şansım var. Yəqin ki, laptopumu götürərəm 100%, çünki işimdir, yəni çörək ağacımdır. İkincidə dəftərimi götürərəm, hansına ki yazıram, yazılarım olan dəftəri mütləq götürərəm. Telefon zaten məndədir. Qızıllar qaldı. Qızılım yoxdur, yalandan deyim ki, qızıllarımı götürərəm. Ona görə bir düşündüm ki, sentimental nə götürə bilərəm bu evdən. Ya hansısa, amma o an yəqin ağlıma gəlir. Taro kartımı götürərsən. Yox, heç ağlıma da gəlməz. Məsələn, bəzi belə evdə mənim hansısa imzalı kitablarım var da, məsələn, yazıçıların avtoqrafı olan. Amma o an onlar ağlıma gəlməz. Onlara o dərəcə dəyər vermirəm. Ona görə heç nə, elə bu ikisi. Laptop, bir də dəftər. 3 dənə şey götürməlisən. Götürməlisən. Mütləq. Mütləq. Çətinləşdirdik təski.
çamadan, boş çamadan Boş çumadan nə edəcəksən? ən azından bir əşya qurtarım yanan evdən. Yəqin ki, qaça-qaçda belə gözünə ilkinə düşdüsə onu götürərsən. Çətin sualdır. Mən biraz düşününcə, məsələn mən əvvəl özümə bu sualı verəndə niyəsə düşündüm ki, qızımın hansısa əşyalarını, sonra dedim ki, okey də bu sual mənə verilir. Допустим, mənim qızıma da 3 dənə nəyisə götürməyə şansı verilir. She can decide for herself. Özüm üçün nə götürərəm. Nə, səndə nədir? Mən də birinci laptopu düşündüm. İlk laptopdur. Yəni ki, bütün həyatımız laptopun içindədir. Qızıllarımı kesin götürərəm. Buğa bürcü çata girdi. Necə o qızılları mən necə götürməyim? Onu götürərəm. Bir də nə götürərəm? Çox maraqlı. Yəni headphone'umu götürərəm deyərdim, amma o da xarab oldu təzəlikcə. Necə yəni? O cür bahalıq headphone'um xarab oldu. Headphone'um xarab oldu. Amma 4 il işlətdim də. Necə xarab oldu? İşləmir Zosi, prosta işləmir yəni. Zərətqaya qoyursan 0%-də göstərir. Bəlkə içində nəyisə batareykasını dəyişmək olar. Yəni yenə də o Apple Store-a aparsan elə o 200-300 dollardır elə eyni şeyə gələcək. Sony əladır Zosi. Sony götür. Gərək indi təzə özümə headphone alım. Headphone-suz qalmışam. Mən Sony-dən çox razıyam. Məsələn bu mikrofonları götürərdim məndə olsaydı, amma bunlar səndədir deyə. Mən də bunları 100% götürmərəm, heç ağlıma da gəlməz. Ay sağ ol. Yəni amma bu çox ağıllı fikirdir. Funksionallıq olaraq bizə bu lazım olur hər həftə. Ay da çox maraqlıdır. İnsan deməli elə bir çarəsiz duruma düşəndə heç nə gözünə görükmür. Bu dəqiqə baxıram ətrafıma, mən götürə bilmirəm. Yəqin ki, zümrüdlə ilgili yəni Nə? That's the question. Nə? Right. Oh my god. Mən məsələn o alarm olanda bir dənə belə green kartımı belə tək götürürəm, belə incə bir şeydir, onunla çıxıram. İtim obviously. Yəni no, it əşya deyil də, yəni iti saymırıq. Onsuz da bir şey olanda, yəni birinci itim, yəni evdə nə qədər insan olsa da anca itim yəni. Biz indi hipotetически danışırıq deyənə, Allah başımıza gətirməsin. Amma mənim başıma o gəlib, bizim uşaqlıqda evimiz yanıb. Ay no, sən danışmısan bir dəfə. Mən onun belə real pajar yaşamışam yəni. Zosi, that's so scary. Amma o yaşda mənə scary gəlmirdi. Neçə yaşın var idi? Məktəbdəydim, ibtidai siniflərdəydim Zosi. Neçə yaş eləyirsən bilərsən? Yəni ibtidai sinif 5-ə qədərdir də. Nə 5-ə qədər da? 5-ci sinifə qədər ibtidaisən. Yəni 1-dən 4-ə kimi olan. 6 yaşla 10 yaş arası. 7-8 zad yaşın. Wait, I know the exact year when it happened. 2000-ci il. 2000. Onda sən 11 yaşın var idi. Hə, 10-11 yaşlarındaydım. Onda adama belə adventure kimi gəldi, filmlərdə kimi ki, bizdə pajar olur. Pajar olur, bizdə hamı. Sizdə pajar olur? Bizdə olub. Baxır aşağıdan, sən də balkondan deyirsən, all good filan, pajarlılar gəlir filan belə də. Azərbaycanda da pajarlılar belə yekədilər hamısı. Burada gördüyümüz kimidir. Buradakı pajarlılar. Mən. Pajar. Bir də burada evə nə çağırsan pajarını gəlir. Məsələn, ürəyin ağrır, panik atak keçirsən pajarını gəlir. 100%. Mən məsələn bir dəfə evə pajarını gəlmişdi mənə. Doğrudan. Hə, və elə bil Matthew McConaughey gəlmişdi bizə. Prosta точно onun aksenti, onun tipində gəlib davleniyamı ölçür. Mən də belə baxıram ki, Matthew. I know you from somewhere. Mən bir dəfə başıma nə gəldi? Bizə də pajarını gəlmişdi və mən çıxanda evdən yalan olmasın 2 dənə 2 metrə oğlan çox sportivdir, inanılmaz. Ki, oh my god, mən bu boyda insanlar həyatımda görməmişəm. What's going on? Bizim məhəllədə var pajarlı stansiya. Düz üzbəüz. Mən pəncərədən hər gün baxıram. Gözlərimi dincəldir sənə. Gözlərim var, maşınlar da gözəldir. Maşınlara görə ya səhv başa düşmür. Rəngi qəşəngdir, qırmızı. Qırmızı rəngli. Zırıldaya geçirlər. Amma bir dənə ona çox əsəbim oynayır, çünki o səs-küylə sırt olmamış o qoşulları. Dəhşət. Gecənin yarısı yatdığın yerdə birdən bir dik atılırsan ki, nə baş verdi? Yəni ki, çox məni annoy eləyir. Zosi, ikinci danışmaq istədiyim mövzu, bu günlərin belə qabağıma bir video çıxmışdı.
gossip haqqındaydı video, qeybət haqqındaydı video və bunu nə ilə müqayisə elədilər? Akazımıçka bu şimpanzelər və ümumiyyətlə onların ailəsindən olan hamısı bir-birlərində bit axtarırlar. O onların bonding yəni yoludur da, bir-birlərindən belə bond eləyirlər. İnsanlarda bu qeybət imiş. Yəni biz bir-birimizdə bit axtarmırıq. Biz bir-birimizlə qeybət eləyəndə o bondingi bir-birimizdən hiss eləməyə başlayırıq. Yəni o bizim əməli başda ehtiyacımızdır. Necə onlarda o bitdi, bizdə də gossipdir. Elədir. Hətta Hararinin kitabında bunu oxumuşdum, Sapiens'də. Daha gətir. Sonra termin. Vallahi hazırlaşmamışam, yadımda qalıb. Sorry. Amma yəni necə yaddan çıxa bilər belə bir şey? Qeybətlə bağlı öyrəndiyim fascinating bir bilgidir bu mənim üçün. I'm so fascinated right now. Hələ deməmisən, mən уже fascinated hiss edirəm. Siz lap fascinated olacaqsınız. Sən demə, insanları, Neandertallar, biz elə bil ki, hamımız Darwinin şeyinə görə, teoriyasına görə meymunlardan gəlirik və biz o ilkel formamızda, danışmayan formamızda heyvanlarla eyni leveldaydıq da, belə bildin. Bizim dilimizin inkişaf etməyinin səbəbi gossip ehtiyacı. Bizim ilk gossip eləyə başlayıb bizim dilimiz indiki formasına gəlib. Çünki insanlar başlayıb bir-biri ilə belə ocaqda zətdə tutaq ki, onu da gördün də. Məsələn qış olurdu, tutaq ki, nəsə yanırdı, ağac yanırdı filan və insanlar başlayırdı o yığılmağa. Heyvanlar daha belə ayrı-ayrı takılırdısa da, insanın o ilkel forması, ilkel də türkçədir, amma yəni də bildiniz nə deyirəm. Yəni ilk forması deyə bilərsən də. O formada biz belə dayanırdıq bir-birimizdən, başlayırdıq filan kəsi də gördük və biz elə şuurumuz, beynimiz inkişaf eləməyə başlayıb. Yəni əslində gossip inkişaf eləyir beyində, inkişaf elətdirir beyni. Yəni ki, o formadan indiki human formasına gossiplə gəlib çıxmışıq. Və ümumiyyətlə Can you imagine that? Və ümumiyyətlə gossip insanın beynini inkişaf elətdirirmiş. Eləyir, yəni 100%. That's a fact. Pastayanlı beynin nəsə ürətir də, pastayanlı beynini işlədirsən. Yəni ki, o biraz, məsələn, olur, mən qarşıma çıxıb da elə insanlar, baxırsan ki, durmadan sənlə nətərsə belə danışır, eləyir. Əslində bəlkə də çox belə geniş dünya görüşünə sahib deyil. Amma bəzən elə situasiyada elə bir fikri elə formada deyər ki, belə ağzın açıq qalar ki, nə yaxşı bir fikir söylədi. Sadəcə olaraq yəni patologически gossipırdır da. Elə insanlar da var ki, daha çox gossip eləyirlər başqalarına nisbətdə. Və əslində bu bizim doğal bir instinktimizdir gossip eləmək və bu bizə sağlıqlıdır gossip eləmək. Tak что Zosi, bundan sonra gossipə davam, no guilt. Amma biz məncə çox gossip eləmirik. Məncə biz çox gossip eləyən insanlar deyilik. Yəni gossip deyəndə ki, mən ona görə fikirləşirəm bayaqdan sənin o dediyin fikri, çünki gossip eləyən və belə zəki tanıdığım çox az adam var. Mən tanıyıram. O belə o gossiplərin çoxu çox inkişaf eləməyən tiplərdir tanıdıqlarım. Mən onu yenə də deyirəm, dünya görüşünə bağlamıram. Yəni ki, bəlkə həyatında birdən də kitab oxumayıb, sadəcə olaraq professional gossiperdir və həqiqətən bəzən elə bir situasiya, elə bir relatable fikir verər ki, çünki çox gossip sevir və bütün gossiplərin içində həmişə olur və bunun dəxlisi yoxdur, öz surroundingidir, yoxsa qonşusunun, nənəsinin, babasının. Çox məlumatlı olur da, başa düşürsən, o qədər ssenari ilə üzləşir ki, o qədər şey eşidir ki, çünki çox curiousdur gossip üçün. Ona görə hər situasiyaya relatable bir comment eləyə bilir. Çünki uca görübdür bu. Bu ssenari hardansa tanıyır basically. Qatıldım sənə. Bax indi şey elə yəni eləyə bildim. Yəni onu dünya görüşünə bağlamıram. Onu curiosity-yə iminlə bağlamaq olar ki, curious insandır deyə, ona hər şey öyrənmək istəyir. Filan kəs nə oldu, filan kəs. Məsələn, insanlar var ki, celebritylərin də arasındakı bütün gossiplərdən xəbərləri var. Hamısını bilirlər, aynı o Hamısını bilirlər. Və o gossip eləməyə aiddir səncə? O saat, yəni özü də çox maraqlıdır. Yəni 3 cür gossip var: pozitiv, neytral və neqativ. Və bizim beynimiz ən tez, yəni ən böyük sürətlə reakt eləyir neqativə. Yəni məsələn sən zone out eləyirsən və orada neytral bir nə bilim bir gossip gedərsən, beynin heç onu
bəlkə də algılamaz o an, zona outdasan. Amma birdən kimsə deyir ki, sənin xəbərin oldu, sənin sразу beynin uca alarm olur və həmən ona şey eləyir. Ona görə də gossip, negativ gossip daha tez yayılır. O elə bir şey var. Ümumiyyətlə bütün pis xəbərlər də daha çox diqqət çəkir. Yəni ki, və çox normaldır da Zosi. Təsəvvür elə ki, biz bu həyatı yaşayırıq, yəni ki, birindən başqa bir hekayə eşitmə şansın var. Necə deyə bilərsən? Yox, eşitmək istəmirəm. Onun da perspektivini öyrənirsən. O birisinin perspektivini, bu birisinin, yəni çox normaldır ki, bizə bunlar ya da bir celebrity'nin məsələn, tutaq ki, mənə məsələn o celebrity'lər çox maraqlıdır psixoloji aspektdən. Məsələn o çox zəngin oldu, amma alkoqolik oldu. O necə elə oldu? Mən onu dibinə kimi gedib oxuyacağam, intervyularına baxacağam ki, sən necə bu qədər uğurluykən getdin alkoqolik ola bildin məsələn. Və yaxud məsələn o belə qəribə belə şey hekayələri var da, tutaq ki, bir dənə Joaquin Phoenix'in deyəsən şey var. Ailəsi bir kultun içində bu böyüyüb. Mən belə elə dark story girirəm belə 7 saatımı xərcləyirəm məsələn Joaquin Phoenix'in ailəsinin dramına ki, bir kultda böyüyüb və o kultda nə bilim bu olur belə sevgi, hippilər filan. Hamının bir-birindən sevişdiyi o belə. Oradan çıxan o ailənin məsələn bütün hekayəsinə girə bilirəm də ki, nə oldu? Onun bir qardaşı məsələn peridozdan öldü. Sonra mən bunu buraxıram. Onun qardaşı niyə sevirsən? Çox. Yəni qulaq asırsan True Crimes podkastlara? Mən real məhkəmələrə baxıram. Real məhkəmələrə bəzən mən də baxıram. Mənə maraqlı olan storytelling-ini çox sevmirəm. Yox, elə ki, biri mənə danışsın. Bilirəm ki, burada Obsession var və True Crimes podkastları burada çox populyardır və mənim bir rəfiqəm var. Məsələn, hər şeydən qorxur da, o qədər anxious insandır, məndən 5 bətər. Amma ölür True Crimes üçün. Mənim də var elə rəfiqəm. True Crimes üçün baxır, yəni dinləyir onlara, durmadan dinləyir. Mən çox sevirəm. Gəlir yolda qulaq asır. Podkast formasında yox, mənə biraz o bil ki, fake gəlir. Yəni sintetik gəlir. Mən xoşlayıram ki, araşdırım tapım da, belə ki, nə dokumentalini var ki, məsələn ona bağlanacaq, bu buna bağlanacaq və mən baxa bilmirəm elə şeylərə. Yəni dinləyə də bilmirəm, baxa da bilmirəm. Əgər orada belə bildiyin real, düzdür, son zamanlar cinayət zad sənə maraqlı deyil. Çox sensitivəm, bəzən mövzularda baxa bilmirəm, amma son zamanlarda bəzən alqoritma çıxardır mənim qarşıma və baxıram, çox qorxmadığım bəzi mövzulara baxıram, amma çox şeyəm, yəni ondan pis etkilənə bilərəm. Mən də deyə bilmərəm ki, bunu belə o sən dediyin kimi elə adamlar var ki, hər gün ona qulaq. Mən o leveldə yox, amma belə ildə 2 dəfə bir crime-ın peşinə düşəcəm və ona bir 7-8 saatımı truly xərcləyəcəm ona. Çünki mən ona da inanıram ki, o beyin durmadan elə informasiyanı konsum eləyəndə daha da anxious olur, niyə? Təsəvvür gətir, ancaq negativ bir şey dinləyirsən də, kimsə hardasa kimisə öldürdü, kiminsə uşağını nəsə, belə də yəni ki, çox belə ağır mövzular eşidir də beynin. O mənə elə gəlir ki, nətərsə insanın beyninə də təsir eləyir. Məndə məsələn elə olur, mən nə bilim, hansısa belə səd bir musiqiyə də qulaq asıb, ondan kefim belə düz şey ola bilər də, düşə bilər, motivasiyam düşə bilər nəyəsə görə. Existential crisis başlayaram yaşamağa kimi o şey yaşayıram. Mən də yaşayıram, amma məsələn o məni pis bir şey kimi gəlmir o mənə. Yəni o məni səncə səni subconsciously etkiləmir? Yox, yəni məncə o yaxşı bir şeydir. Existential crisis yaşamaq ya da başa düşdün? Yəni o mənim progressdən saxlayan bir şey kimi deyil ki, bunu eləməyim. Yəni existential crisis kefimin pozulması is fine. Kefim не знаю. No, I'm not sure. Məsələn, hansısa bir periodda daha özümü yaxşı motivate hiss elədiyim bir şeydə məni demotivə edən bir şey qulaq asıb ondan etkilənəcəmsə, o məni biraz progressdən saxlayan bir şeydir. Yox, məndə yox. Mən o ağır şeylərdən qidalanıram, yəni belə çox depressiv şeylər oxumalıyam, izləməliyəm məsələn belə deeply hiss eləməliyəm o şeyləri. Wow. I enjoy it. Yəni ki, daha doğrusu soyuqqanlıyam da, yəqin ki. Ola bilər. Mən bəlkə o qədər soyuqqanlı deyiləm. Ona görə yəni etkilənmiş ola bilərəm elə şeylərdən. Bayaq bilirsən nə deyəcəkdim? Zosi, sən bundan əvvəlki epizodlarda demişdin ki, bizim beynimiz excitementla təhlükəni ayırd edə bilmirmiş. Və bunu nəyə bağlayacaqdım? Sən danışdın, fikrim oradaydı ki, bunu deyəcəm. Bugün ya da dünən sevgi ilə bağlı Zosi bir dənə araşdırma çıxdı qabağıma. Beyin dedin, istəyirsən ona bağlayım.
bir şey deməyəcəksən. Yo, deyəcəkdim ki, məsələn sən deyirsən ki, bu təhlükəsizlik instinktinə görə bizim beynimiz o reaksiyanı verir, ikisinə də. Yəni elə demişdin, ona bağlamışdın və geri dönmək istəyirəm ki, bu neqativ gossipə də bizim beynimiz ona görə belə alarm reaksiya verir. Çünki o da təhlükəsizlik instinktindən gəlirmiş və ona görə biz həmən o neqativə sırası belə atlayırıq və beynimiz ona reaksiya verir. Sən sevgi haqqında nəsə bir research eləmişdin? Bir dənə reel qabağıma çıxdı. Stanford və UCLA-də sevgi ilə bağlı belə bir araşdırmalar olub ki, sən demə, bizim birinə aşiq olduğumuz o an var ya, o 3 saniyə ki, belə sevgidə, yəni ilk baxışda sevgi deyərdi ona. Onun üçün sənin beynindəki hormonlar hansısa bir səviyyədə olmasa, sən eyni adamla qarşılaşsan, sən ona aşiq olmayacaqsan. Mən onu görmüşəm zaten. Hə, bir araşdırma təzə, deyəsən Stanford University'nin araşdırmasıydı bu. Yəni çox qəribə deyil. Yəni bizim bu inandığımız o ki, çox teoriya verayətnosti deyə sevgi. Hə, yəni sadəcə sən o insanla, məsələn deyir, əgər sən birindən ayrılmısansa, o an sənin oksitosinin bağlanma hormonun çox aşağı düşür, serotoninin çox aşağıda olur deyə sən o an həyatının eşqi olacaq bir potensial adamla qarşılaşsan belə mümkün deyil ona aşiq olasan, çünki o şey olmayacaq səndə. Amma imanla bədən yəni beynindəki o bütün o hormonlar belə o kokteyl ideal olmalıdır ki, o 3 saniyədə sən birinə aşiq olasan. It's crazy. Və mən də bunu görəndə birinci onu fikirləşdim ki, hani meant to be var idi. Hə, də ki, nə oldu deməli? Hə, deməli ki, sən hər nə bilim neçə ildə bir bədənin, beynin o levela çatanda aşiq ola bilərsən. Aşiq ola bilərəm. Elədir, eləymiş, o qədər hasan aşiq ola bilərik. Həmin o an düzgün vaxtda o lucky insan qabağımıza çıxsa. Yes. Yeah, that's crazy. That's crazy. I know. Einsteinə bağlayım bunu. Einstein'in bu günlərdə çox hype'da olubdu. Zosi, sən nəyə fikir verdin? Biz deməli son epizodda Fight Club-dan danışdıq. Yes. Həmin həftə Fight Club kult oldu təzədən. Kəslər biz çağırdıq, belə bir şey yoxdur. Yəni indi mən ancaq bütün günü mənə onların ikisinin oradakı özü Türkiyə oyunu, biz bunu canlı izləyirdik də Türkiyə oynayır deyə. Yəni o səhnəni onları belə gördüm, dedim, okey, Edward Norton yenə öz-özü ilə danışır. It's crazy ki, dünyada bu belə birdən bir həftənin içində. Çox sweet idi. Bu arada sənin kolajını da ayrıca çox sevdim. İlklərdən idin o kolaj edən. Çünki o an hamının ağlına gəlib o. Mən də səhərsi gün baxdım, hamı bunu eləyibmiş. Dəhşət. Einstein demiş Zosi. Davay biraz da biz kakalayaq Einstein'i. Hamı kakaladı. Niyə kakalayırlar? Zosi, are you not aware? Yəni mənim bu günlərdə ancaq Einstein'la ilgili cancel culture çıxır qabağıma. Necə ki, yəni Einstein təzə söhbətdir, yoxsa elə o vaxtki söhbətdir? I think it's təzə söhbət. Yəni mən indi hal-hazırda çox belə hype görürəm. Güya nə bilim Einstein olub çünki onun yanında belə bir qadın var idi. Qadınına belə bir spesifik qoymuşdu ki, tipa sən mənimlə evlənirsənsə bunu eləyəcəksən. Həm corablarımı belə qatlayacaqsan, elə bir ər olub. Köynəklərimi belə siləyəcəksən. Onun bir serialı var. Baxmamısan BBC-nin? Eyni serial şeyin üçün də çəkiblər, Picasso üçün. Aysa elə o da yaxşı insan olmayıb, Einstein də yaxşı insan olmayıb, amma mən tamamilə fizikadan danışmaq istəyirəm. Elə bildim ona bağlayacaqsan. Einsteinin də gossipini. Elə bildim ona bağlayacaqsan. But go ahead. Yox, heç keçək fizikasına. Fizika. Nəyin olmasa fizikası olubdu. Yəni ki, Zosi, bir dənə belə bir Einsteinin artıq o həyatının sonrakı illərində artıq belə başlayıb axı crazy ideyalarla gəlməyə, ölənə qədər. Bu bizim bu askezalardan zatdan düşünəndə başladım bu haqqda düşünməyə də. Bir dənə İstanbulda onda oyuna getmişdim, tamaşaya. O tamaşada Einsteinin bu nəzəriyyəsi üzərinə idi. Bir dənə də şey deyəcəm. Yox, sorry deməyəcəm. Nə dedi? Bir dənə çox qəşəng teatr gəlmişdi. Einstein qadının adı yadıma düşsə yazacağam, burada qoyacağam həmin o teatrı. Möhtəşəm idi yəni. O da Einstein haqqındaydı və onun sevgilisi haqqındaydı. Həyat yoldaşı deyil, любовницасы haqqındaydı. Çox gözəl tamaşadır. Deyəsən onlayn da var. Onlar canlı
tur eləyirdilər və DC-də idi o tamaşa mən getmişdim. Əgər onlayn varsa hökmən baxmağınızı məsləhət görürəm. Keçə bilərsiniz mövzuma. Bütün gossiplər bitdiyinə görə Einstein. Qoymadım mövzuya girəsən. Ay, Einstein biraz təzə bir şey danışır Einsteinlə bağlı. Beynindəki Einstein bütün folderları bağladığına görə. Einsteinə bu həftə çox yer verdi. Bəlkə heç danışmayım bu teoriya. Yox, mənə çox maraqlıdır. Teoriya bu şey elə. Anyways, onun belə bir teoriyası var da ki, zaman düz xəttlə ilərləyən bir şey deyil. Yəni biz eyni vaxtda onun o teoriyasına görə dünən də hal-hazırda baş verir, bu gün də və sabah da və 5 il sonra da və nə bilim 100 il əvvəldə hamısı eyni anda baş verir. Hardasa bu simulyasiya, o mənim sevdiyim o teoriya var. O teoriya çox oxşuyur. Bir də o zamanın nisbilik nəzəriyyəsi də, yəni kimin üçünsə məsələn zaman belə axır, amma sənin hansı sürətdə və hansı cazibə qüvvəsində olduğuna görə də zaman çox fərqli axa bilir də. Məsələn, belə bir fikir səsləndirmişdi ki, iki əkiz qardaş, biz bununla bağlı zaten filmlər izləmişik ondan sonra. Bunlar köhnə fikirlərdir. Məşhur film nədir? Interstellar da, yəni onun o dövrdəki misalı buydu ki, deyir, iki əkiz qardaş məsələn, biri yerdə qalır, biri kosmosa gedir, gəlir, biri o birisindən qocalacaq da, xəcə bunlar əkizdilər, çünki zaman çox fərqli axırdı orada. Anyways, bunu məsələn indiki mədəniyyətdə, indiki bu trend topik mədəniyyətində deyim, nə deyim bilmirəm, şeyə çox bağlayırlar, manifestingi buna çox bağlayırlar və deyirlər ki, zaman şey olduğu üçün, onun bir adı var, onu yazacağım mütləq. Bugün bir şey istəyirsən ya da bugün bir şey təsəvvür edirsənsə, reallıqla bağlı. İndiki zamanda dilə gətir. Hə, onu yəni ki, əslində bugün dediyin şey o 5 il sonra baş verən şey effekt babuçki kimi, amma bu nəzəriyyə ilə də zaman şeyindəki necə deyim onu, yəni ki, elə bil 10 il əvvəlki o gün əslində hələ də yaşanır. Bilmirəm, məni bu fikir çox həyəcanlandırır. Hansısa paraleldə. Hə, ay sağ ol. Bir də belə bir fikir var ki, Zosi, bizim ağzımızdan çıxan... Məsələn, indi hal-hazırda bəlkə biz hansı, nə bilim, əşyanın içindən indiki aysilə baxırıq Interstellar, amma biz kosmosa uçmamışıq da, ona görə biz o paralelə düşməmişik. Amma beynimizdədir də onların hamısı. Yəni gələcək də burdadır, onu deməyə çalışır o. Nə demək istədiyimi çox gözəl bilirəm. O manifesting əslində onu deməyə çalışır. Like, bugünkü beyninlə sən onu da kontrol eləyə bilərsənmiş də, yəni bunun manifestingi ora bağlayırlar. Bir dənə belə bir şey oxumuşdum ki, bizim ağzımızdan çıxan hər səs qalır yer kürəsində və sadəcə harasa gedir, daha doğrusu fəzaya gedir, amma yox olmur yəni. Sənin bugünə kimi işlətdiyin bütün sözlər, bütün cümlələr dünyanın hansısa yerində hələ də məsələn float eləməyə davam eləyir. Isn't that crazy? Float eləyir və nə olur? Heç nə, prosta o yəni ki yox olmur da, o bir səs olaraq davam eləyir həyatına. Yəni dedin və bitdi deyil. Yəni o cümlə bu dəqiqə uçdu və orada bir davam eləyir həyatına, yəni sonsuz bir şey deyil bizim ağzımızdan çıxan hər söz. Nəsə çox fizikaya çox girdik. Too much physics. Ya bu teoriyanın adı nədir? Səsin davamlı yaşamağı. Adı bilmirəm, adı var mı? Amma var yəni, belə bir teoriya var, yoxsa bu oxumuşam. sadəcə bir inancdır, yoxsa bunun fiziki bir açıqlaması var? Yəni hər teoriya kimi bu da bir teoriyadır da, yəni mütləq dəqiq təsdiq olunub, olunmayıb bilmirəm. Ümumiyyətlə o şey teoriyasına inanıram ki, keçmiş də indidir, indi də indidir, mən ona gələcək çox də inanıram, indidir. Ona mən də inanıram. Biraz o keçmiş və gələcək anlayışı biraz düşünəndə, biraz onun dərininə varanda elə bil ki, it doesn't exist, yəni nə keçmişə. Onda hər saniyə keçmişdi, yəni. Bu da keçmişdi. Hamısı keçmişdi. Nə o? Və ona inanıram ki, o manifestation eləyəndə mən də özümə onu oyla açıqlayırdım. Məsələn, yəqin ki, sizin də qarşınıza çıxıb bu videolar. Manifest eləyəndə həmişə deyirlər ki, o nəyi istəyirsənsə onu dilivə elə gətir ki, güya o indi hal-hazırda sənin həyatında var. İndiki həyatında onu yaşayırsan. Nə bilim, gözəl bir maşın sürmək istəyirsən, dream car-ın var. Gözünü yum, təsəvvür elə ki, bu dəqiqə onu sürürsən. Çünki hansısa vselennədə, hansısa paralelni vselennədə, vselennə deyəndə yəni planeti nəzərdə tutmuram, hansısa paraleldə o sənin hansısa versiyan o maşını sürür.
it's doable. Əgər sən onu düşünürsənsə, deməli bu mümkündür. Və inananda elə bil bəlkə o bir paraleldən o birisinə keçmiş oluruq. Ya mən məsələn onu praktika eləmişəm, yəni mən də eləmişəm və mənim həyatımda da o çox life changing olubdu. Yəni elə olub ki, məsələn 6 ay öncədən ya da 1 il öncədən həmin o gün üçün, 1 il sonraki o günü oturub təsvir edirəm. Elə bil ki, sevgili günlükdə məsələn. Zosi, biz səninlə not yazmışdıq, yadındadır. 2-3 il bundan əvvəl sənin balkonunda biz not yazdıq. Telefonumuza yazdıq. Biz bu mövzuda danışırdıq. Yes, oldu görəsən Zosi. Fevralın neçəsi üçünsə ya sən yazmışdın ki, biz bunu yoxlayacağıq ki, bu oldu yoxsa yox. Prosta mən sizə deyirəm, indi hal-hazırda 2-3 il əvvəldən. 3 ildən çox keçib. Yadımdadır ki, sən nəsə yazdın belə uzun. Biz ikimiz də yazdıq. Sən də yazdın, mən də yazdım. Tapsan sən taparsan, çünki mənimki çox messidir. Amma sən tapsan denən tarixini mən də baxım ki, nə yazdıq və nə oldu? Wow. Oldu mu? Zosi axtaran kimi mən onu danışım ki, 1 il sonraki həmin günü olduğu kimi təsvir edirəm də ki, məsələn bu gün bu oldu, oradan ora getdim, işim belə gedir, nə bilim tətilimi bura gedim və həqiqətən də 1 il sonra exactly o günü yaşadığım neçə dəfə başıma gəlib. Zosi, ən çox travel elədiyim il Amerika işində olmuşdu 2020-2021-ci illər. Və mən getmək istədiyim nə qədər yer var idisə, hamısını I swear manifest eləmişdim və hamısı oldu. Hamısı oldu. Mən ağlımda da keçirə bilməzdim ki, mən o illər ərzində o qədər travel eləyəcəm və həyat elə gətirdi ki, mən elədim özü elə rahatlıqla, elə gözəl, yəni ki, düşündüyümdən çox daha gözəl. Eyni şeyi mən də Ankarada bir dəfə yaşamışdım. Özü çox belə pis bir gün keçirdirdim. Dərslərdən nəsə çox pis idi. Yadımdadır ki, molda oturmuşdum. O dəftər hələ də indi burdadır. Məsələn, həmin o konspekt dəftərim. Orada belə oturdum, gördüm ki, çox pis hiss edirəm də özümü. Həmin günləri failure hiss elədiyim bir günü. Və dedim ki, okey, mən özümə belə plan çizməliyəm ki, universiteti bitirəndən sonra nə etmək istəyirəm və götürdüm, yazdım ki, universiteti bitirmişəm, qayıtmışam Bakıya, o vaxt gecə olarım və yaxşı işə girmişəm və önümdəki 2 ildə və oturub orada 5-6 ölkə adı yazmışdım ki, bütün bu maaşlarımdan nə bilim nə edirəm və bu 5 ölkəyə gedirəm önümdəki 3 ildə. Və elə gətirdi ki, prosta tupa Erasmus'u qazandım deyə İtaliyaya getdim və 6 ayın içində o 5 ölkənin hamısına getdim. İmində özü o sıralama ilə getmişəm. Yəni ki, beynim yandı. Bu işləyir. İllər sonra o dəftəri tapıb o notu oxuyanda beynim yandı. Çünki başqa bir şey üçün yazmışam onu və təsadüfən başqa cür yaşadım. Mənim üçün askezanı başlamaq üçün bundan daha gözəl motivasiya ola bilməzdi. Və mən həqiqətən bir anı unutmuşdum ki, mənim həyatımda bunun implementation'ını mən neçə dəfə yaşamışam. Neçə dəfə o manifestlərim həqiqətən, manifest də sadəcə manifest deyil, mən o dövrlərdə də çalışırdım, ancaq pozitiv danışım, ancaq özümü pozitivdə saxlayım. Bu çox önəmlidir. Özü elə bir şeyə köklüyüb, səhərsi gün köhnə mindsetlə davam eləyəcəksənsə, zaten it's not gonna work. Sən ona o enerjini göndərmirsən. Yəni sən özün hansı vibrasiyadasansa, o an o vibrasiyaya mən inanıram. Dünya da sənə o vibrasiyanı qaytarır. Yəni sən belə neqativ vibrasiyada olsan belə desən ki, pis və pis şeyləri hardasa özünə çəkməyə davam eləyirsən. Bilmirik, yəni ki, bizdə dəqiq bildiyimiz bir şey deyil bu. İnanmaq istədiyimiz bir şeydir ki, necəsə işləyir və eyni zamanda da daha öncə də dediyimiz kimi bu bizim psixologiyamıza çox yaxşı təsir edir. Yəni biz onu oturub yazanda ondan sonra səhərsi gündən etibarən bütün addımlarımızı şüuraltı o plan üçün edirik. Çünki biz onu yazmışıq. Yes, that's true. Məsələn, biz dekabrın 31-i hər il Zosi ilə resolutionlarımızı yazırıq həmin il üçün. İndi 6 ay keçib. Bəlkə də nələrsə artıq olub, fərqində deyilik də və biz unutmuşuq nə yazmışıq. Sənə bir dənə söz deyim. Olub çoxu. Çoxsu olub. Görsən? Mənim işlə bağlı qoyduğum neçə dənə point var ki, hamısı olub. Right? Mən onu eləyirəm yəni. Halbuki unutmuşuq ora nə yazdığımızı. Birinci niyəsə iş gəldi ağlıma, orada başqa şeylər də yazmışıq Zosilər də var. O birisilər də olur. Dəhşət yəni ki, həqiqətən də yazmaq və belə istəmək səni ona belə cəsarətləndirir. İmini yazmaq çox gözəl insanı şeyləyir. Yazmaq qədər yaxşı. Elə bil yazanda bir var sən sadəcə onu fikirləşirsən, bir də var sən onu yazırsan, elə bil materiallaşdırırsan. Artıq bir kağızın üstündə o ideya var. Bir var ancaq belə beynindədir, bir də var bir kağıza da yazdın onu, dökdün onu ora.
Onun da mən çox gücünə inanıram. Ümumiyyətlə, yəni yazmaq praktikası insanı hər tərəfdən çox rahatladan və çox belə psixoloqların da həmişə məsləhət gördüyü şeydir. Belə bir söz var, xoşum gələn. Deyir, yazmaq insanın zəhərini alır. Elə bil sən belə içvə o belə yığılır o zəhər və sən yazdıqca tökülür də, yazdıqca çıxır, qurdların belə başlayır tökülməyə. Ona görə yazmaq çox önəmlidir. Mən də xoşlayıram Yazın. və hətta bir dənə çox uzun bir Word dokumentum var mənim kompüterimdə. Yəni ki, ora mən hər şeyi yazıram. Eyni dokumentdən davam. Eyni dokumentə davam edirəm. Yəni ki, o dokumentə yazıram. Nəyləri yazırsan məsələn? Həmin gün sən deyirsən zəhərivi dökmək. Məndə şey yoxdur. Məsələn, əgər özümü yaxşı hiss eləyirəmsə, məndə yazmaq örcü gəlmir. Çünki o an hər şey mənim beynimdə belə daha rahatdır da, yəni popoloçkum. O anda ki, mən özümü çox loaded hiss eləyirəm və mindset olaraq yaxşı yerdə deyiləm, o an mən hökmən yazıram. O hisslərimi tökürəm. Bilirsiniz nəyimə kömək eləyir? Hissin rutunu tapmağa kömək eləyir. Hal-hazırda mənim top priority narahatçılığım nədir, onu tapmağa kömək eləyir. Sadəcə bunu romantikləşdirib yazdım, rahatladım deyil. Elə bil yazıram və başa düşürəm ki, bu buna görədir, bu da buna görədir. Elə bil terapiya eləyirəm özümə. Hər şeyin sorusunu tapa-tapa başa düşürəm ki, əslində mənim narahatçılığıma heç bir səbəb yox imiş. Çünki sonuna gələndə başa düşürsən ki, doğrudan da narahatçılığa səbəb olacaq böyük dərdlər heç kimə Allah göstərməsin. Yoxdur yəni. Yoxdur. Hər şey çözülə biləcəkdir. Gözümüzdə böyüdürük bir çox şeyi. Ki o dəfə danışdığımız kimidir və çoxunun yəni verayatnosti belə %99 yoxdur. Onlardan uzaqlaşdırmalıyıq yəqin ki özümüzü. Növbəti manifestimiz bu olsun. Askeza deməyək, amma manifest Askeza demiş. O dəfə deməli buradan çıxdıq, dostlarımızla görüşdük və orada dedik ki, askeza eləyəcəyik və bir dostumuz deyir, az kəs az. Elə xoşuma gəldi. Yəni dedim ki, askeza sözü az kəs az. Yəni tam bir Azərbaycanlı komment idi. Dedim bunu mütləq növbəti epizodda işlədəcəm. Sən dedin, yadıma düşdü ki, bu çox qəşəng bir söz oyunudur. Əgər reklam şirkətləri bizi izləyirsə, buradan sizə halal elədik, getdi. Getdi. Bizim deyil onsuz da ideya. Bizim deyil ideya. Uğradıq. Çox başqalarına da halal elədik. Amma paylaşmaq gözəldir. Paylaşmaq gözəldir. Paylaşmaq insanı Bu arada bax, bu da şeydir, Zosi, bax, paylaşmaq gözəldir deyirik, çox belə klişe səslənir. Biz onsuz paylaya. Yox, amma hər şeydə belədir. Ümumiyyətlə, nə əkərsən, onu biçərsən deyimimiz var. Onu da hər şeyə apply eləmək olur. Bax, buna da apply eləmək olur. Mənim o qədər başıma gəlibdi ki, belə durduq yerə heç vaxt gözləmədiyim bir insandan elə bir kömək gəlibdi ki mənə. Çünki mən özümdə çox sevirəm başqalarına kömək eləməyi və onu şeysiz eləyirəm də, qarşılıqsız eləyirəm. O an eləyirəm, içimdən gəlir və mənə də o gəlir. Çünki insan paylaşdıqca nə verirsən, evrənə nə göndərirsən, evrən də sənə onu geri verir. Sizdən gələn suallar var. Giriş eləyə bilmədim. Elədim, qaldım. Biz bir story paylaşmışdıq və orada sizin suallarınızı vermək üçün bir fürsət yaratmışdıq. Bizə bir neçə dənə sual gəldi. Hamısını cavablandıra bilməsək də çalışacağıq bacardığımız qədər cavablandıraq. Suallardan biri: hər şeyi gözə alıb xaricə köçmək, sıfırdan başlamaq olarmı? Ailə narazı olsa da 30+ yaşdan sonra. Bundan əslində 2 epizod əvvəl biz bu haqda biraz danışdıq ki, yəni sıfırdan həyata başlamaq üçün mən şəxsən düşünürəm ki, heç vaxt gec deyil. Yəni əgər istədiyiniz budursa, nə isə denəməkdirsə, həmişə mən daha çox action tərəfdarıyam. Nəinki belə oturum ehtiyat eləyim. Ehtiyat eləmək məndə yoxdur. Ehtiyat amma igidin yaraşıqlıdır. Amma кто не рискует, тот не пьет шампанское. Mən yaraşıqlı olmaqdansa şampan içmək. Mən deyirəm yaraşıq. Ona görə yəni ki, mən risk eləmək, addım atmaq, inisiativa, yəni bunlar məni həyatda belə drive edən dopaminin bunlardır. Ona görə hər kəs, hamıya da bunu məsləhət görürəm ki, əlbəttə deneyin, yəni ki, heç nə itirməyəcəksiniz. 100% daha çox şey qazanacaqsınız, nəinki itirəcəksiniz. Ailədən icazə almaq mənim üçün də bir yaş məsələsidir. Yəni mən ən son ailəmdən nə üçünsə icazə almışam, yəqin 18-19 yaşlarımda. Hətta bəzən mənə də belə
bu sual gəlir, yəni ki, ailən necə baxar filan. Belə baxıram ki, bu yaşda nə ailəsi, yəni necə baxar, yəni mənim yəni ki, leksikonumda o düşüncə yoxdur ki, bu yaşda biz hələ də böyüklərimizdən və o elə baxmıram, yəni mən çox belə hierarxiyaya inanmıram ailədə. Yəni ki, hamımız bir-birimizə təbii ki, məsləhət verə bilərik, hamımız bir-birimizdən dost münasibətində ola bilərik, amma ailədən nəyin üçünsə icazə almaq üçün, yəni maksimum yaş limiti mənim üçün 21-22-dir. Oradan o tərəfə artıq sağlam gəlmir mənə. Mən də sənə qatılıram, Zosi. Yəni xaricdə yaşamaq haqqında Zosi dediyi kimi biz daha əvvəlki podkastda danışdıq. Linkini qoyarıq bu arada bura. Ya bura ya da description-a qoyarıq. Description yerindən baxa bilərsiniz. Amma ümumiyyətlə mən də düşünürəm ki, 30 plus yaşda valideyndən icazə almaq biraz burada separation issue-su görürəm valideynlə. Ümumiyyətlə Azərbaycanda mənə elə gəlir bu çox böyük bir problemdir. Valideynlər evladlarından, evladlar da bir çox situasiyada valideynləri ilə separation vaxtında yaşamırlar. Ümumiyyətlə bu bir diaqnoz dərəcəsində bəzən irəliləyir. Bir də gördün qız və yaxud oğlan fərqi yoxdur, evlənirlər, ailə qururlar, amma hələ də ana, ata qayğısına və yaxud ətəyindən yapışırlar, basically biraz kobud səslənir, amma doğrudan da görmüşəm elə ailələr ki, yəni o independence-i qəbul eləmək istəmirlər. Adulthood-da Peter Pan qalırlar. Bilmirəm o nə dərəcədə yəni, Peter Pan. Valideynlərinin nəzdində qalırlar, plus adulthood-da da step-in eləmirlər. Yəni biraz kompleks bir issue-dur mənim gözümdə. Nə qədər ingilis sözü istifadə elədim, heç qəşəng səslənmədi bu arada. Heç Zosi, o qədər şikayət gəlir. Gəlirəm. Çalışıram. Daha çox sən kimlərdən gəlir şikayət? Məsələn, kimsə valideyni ilə baxır və çox istəyir ki, məsələn, biz o valideynə də bu fikirləri eşitdirək. Sevinir ki, indi anam bunu eşidəcək və birdən separation, anxiety, nə bilim, hər şey getdi. O cümlə Amma o cümləni qoy mən təkrarlayım. Qoy o cümləni təkrarlayım. Azərbaycanda ailələrdə çox görürəm ki, valideynlə uşaq o ayrılığı vaxtında yaşamır. Yəni bir-birlərindən qopmurlar. O qopmaq anını itirirlər. Və ümumiyyətlə Azərbaycanda belə bir kultura hələ indiyənə qədər də mənə gəlir ki, yetərincə inkişaf eləməyibdi ki, uşaqlar bəlli yaşa gələndən sonra getsinlər artıq özləri sərbəst həyat yaşasınlar və buna görə o qədər valideynin yanında qalır ki, valideyn də o qədər öyrəşir ki, hər zaman qayğı göstərsin. Uşağın da elə bil o capability-sinə inanmır uşağın da. Bacaracağına inanmır. Elə bilir ki, həmişə əli onun üstündə olmalıdır. Ona görə vaxtında o qopmanı valideyndən və evladdan, valideyn evladdan, evlad da valideyndən yaşamalıdır. Bir də 30 plus artıq sizin özünüzün qərar verəcəyiniz və verməniz gərəkən bir yaşdır. O yaşdan sonra da əgər siz valideynlərinizlə məsləhətləşirsinizsə, demək ki, onlara da hələ isbat eləməmisiniz ki, özünüz bu qərarı verə bilib və gedib öz həyatınızı qura bilərsiniz. Ona görə smelo vперед deyirəm. Mən də Zosiya bu mövzuda istəyirəm qatılım ki, başa düşürəm, yəni şərtlər həmişə çox yaxşı olmur. Yəni hazırda dünyada olan bütün bu ekonomik vəziyyətlər, yəni reallıqdır və təbii ki, elə şeylər çox şahid olur ki, insanlar 30-35 plus hələ də valideynlərlə yaşayır, qadın-kişi fərqi yoxdur. Və bunu hardasa o rahatlığı üçün eləyir də ki, mən ən azından məsələn maaşımı yığım ki, gələcəkdə falan kiraya gedəcəyimə ailəmlə yaşayım, amma şəxsən mən düşünürəm ki, o rahatlıq insanı dala atan bir şeydir. Məncə də inkişafdan saxlayan bir şeydir. Sən tənbəlləşirsən artıq, deyirsən ki, bu rahatlığın burada var, bir də ayılırsan ki, yəni 40-lara çatmısan, hələ də valideyn. Yəni mən demirəm evlənməkdir, yox, evlənmək mənasını demirəm, amma tək yaşamağa nə qədər tez başlasan, yəni inandırım, nə bilim, gedib ən normal bir işdə işləyib, yəni ən az maaşlı işlədiyimdə işləyib, qazanıb, amma o evə tək gəlməyin verdiyi xoşbəxtliyi qədər heç bir şey yoxdur. Səni böyüdən, səni nə bilim insan olaraq nə istədiyini anlamaq üçün, yəni o qədər önəmlidir də o valideynlərdən uzaqlaşmaq. Yəni mən məsələn bir anda onu özüm üçün anladım ki, mən yəni ki hər işi görərəm, yəni hər
heç bir problem yoxdur. Amma tək yaşayım, yəni ki, tək yaşayım və başa düşüm ki, mən kiməm, mən nəyəm və nə istəyirəm bu həyatdan. Və məsələn, tələbə olaraq xaricdə ilk yaşamağa başladığım bir ayda özüm haqqında öyrəndiyim şeylərin sayı 100%. nə bilim o 20 ildə öyrəndiyimdən bəlkə 100 dəfə daha çoxdur ki, oyda mən bunu da bacarıram. Akazya mən bunu bacarıram. Çünki evin içində sən onu heç vaxt anlamırsan və təsəvvür elə kimsə 33 yaşına kimi məsələn onun fərqinə varmır da. It's crazy. Mən də başa düşmürəm onu. Mənim ilk tək yaşamaq təcrübəm tək olmayıb, rəfiqəmlə yaşamışam. O da tək sayılır da, yəni ailədən separasiyada. Çox gözəl bir experience idi, amma ümumiyyətlə də tək yaşamışam artıq 20 yaşımdan sonra və yəni evlənənə qədər və sənə 100% qatılıram ki, özümü elə şeylər özümlə bağlı kəşf eləmişəm ki, yəni ki, hər tərəfli də adam başa düşür. Özünlə elə bil tək qalırsan da. Bir də o da məndə var idi ki, bir periodda mən o qədər təkliyimə öyrəşmişdim ki, tək yaşamağa öyrəşmişdim ki, mən ki gedirdim valideynlərimin yanına. Bəzən o mənə elə ağır gəlirdi o illərdə. Yəni ki, indi o baxırsa əsəbləşəcək. Amma doğrudan da olurdu. Görürdüm ki, 2 gün qalandan sonra artıq ürəyim partlayır, mən artıq öz evimə istəyirəm, narahat hiss eləyirəm, çox səs var. Bir də biz çox böyük bir ailəyi, Italian family. Ailəmizdə çox insan var. Hamı da çox aktivdir. Ona görə yorulurdum və qayıdırdım öz evimə və özümü çox şey istəyirdim elə. Eyni. Mən Ankaradan Bakıya qaydanda o ilk gündəki o səs eynən bax o şeyi fikirləşirdim ki, mən də bir o İtalyan ailəsindəyəm, hamı qışqırır, səs-küy və niyə bu qədər səs var? Çünki orada o qədər səssizliyə öyrəşirsən ki və sənin normalın artıq 360 gün səssizlikdir. Amma Zosi bir də bilirsən nə yaşayırdım. Yəqin ki, indi xaricdə yaşadığın üçün sən onu eləyə bilməmisən və yaxud bəlkə içindən gəlməyib. Amma məndə o qədər elə olurdu ki, gecə saat 11-dir. Durub getmək evə. Və mən evə istəyirəm. Bu dəqiqə gedib anamı qucaqlamaq istəyirəm və nə pis gün yaşamışam, hər hansı bir səbəbdən kefim yoxdur. 100 dənə şeydə, yəni ki, o illərdə minirdim, gedirdim evə ki, mən evdə olmalıyam. Mamaya zəng vururdum ki, mən gəlirəm. Yəqin ki, o yaxında olmağın lüksu. Lüksudur, amma eyni zamanda da bəlkə də o şansın olmaması da səni gücləndirir. Yəni məni məsələn gücləndirirdi. Yəni mən ən pis anımda belə bilirdim ki, mənəm, bitdi. Yəni mənəm, buradakı yaxınlarımdır o qədər və o insanı hardasa belə çox gücləndirən bir şeydir. 100%. Ona görə tək qalmaqdan qorxmayın dostlar. Düşünməyin ki, ay 300 manat, 500 manat qabağa düşəcəm deyə. Valla mənim evim o qədər köhnə bir ev idi, yəni tək yaşadığım ev. Bir də ev yoldaşlarıyla yaşaya bilirsən, ev yoldaşlarınla yaşaya bilərsən, amma o da deyil. Yəni o lüks bir şeyi də olmaya bilər, amma həqiqətən də onun verdiyi o sərbəstliyi yaxşı mənada onu hər gənc onu experience eləməlidir deyə düşünürəm. Yəni xüsusilə yəni əgər evlənməyi düşünürsünüzsə, yəni o nöqtəyə qədər tək yaşamaq is a must. Yəni mən başqa cür təsəvvür eləmirəm. Bilirsən nə yadıma düşüb? Biraz bu mövzuya bənzəyir deyənə yadıma düşüb. Çünki pasportlardan falan danışırdıq, mamayla danışırdıq. Birdən yadıma düşdü ki, mən ilk xarici pasportumu almışdım 17 yaşımda. Və gizlincə almışdım. Və heç yerə getməyə də yəni ki, planım yox idi. Sadəcə olaraq o manifestation hissi ki, əvvəl onu alım, sonra da gedəcəm. Gedib özümə xarici pasport almışdım və onda da İtalyan dili öyrənirdim. Azərseldə işləyirdim və orada bir oğlan var idi. O bizə volonter olaraq İtalyan dərsləri keçirdi. Əməlli başlı belə özümü vermişdim. Mama tapmışdı həmin o pasportumu, gizlətmişdi ki, bu qız gedəsidir. Qaçacaq. İtaliyaya qaçacaq. Deyir, baxdım İtalyan dili öyrənirsən, getmirsən xarici pasport almısan. Dedim, bu qızın başı xarab olubdu, bu dəqiqə qaçacaq evdən. Oh my god, it's so funny, Zosi. Mən axırıncı dəfə yəqin ki, idarə olunmuşam, valla o yaşlarda. Ondan sonra mən artıq yəni universitetə girəndən sonra 2-ci kursuydum. Hətta 1-ci kursun ilk yarısı idi. Mən artıq işləyirdim və rəfiqəmlə başladım yaşamağa. Onun evində yaşayırdım. Daha sonra isə özüm tək çıxdım yaşamağa. Ya bizdə də məsələn mənim yadımdadır ki, hələ 10 yaşlarımdan
evdə həmişə atam deyirdi ki, yəni o cümlə ilə mən böyümüşəm də, mənim dünyaya baxışım elə oldu ki, 18 yaşa kimi deyirdi, bax Amerikada necədir? 18 yaşa kimi siz bizlənsiz. 18-dən sonra hara gersiniz gedin. I don't care. Yəni mən sizdən üzərinizdə heç bir mən konstitusiya olaraq borcum sizə 18 yaşa kimi sizi yedirmək, içirmək. Otherwise çünki cinayətdir. Yes. Amma 18-dən sonra sizə heç bir məsuliyyət daşımıram. Və bunu bizə 10 yaşından deyirdi bu adam. Ona görə mən artıq deyirdim ki, 18-də mən adult oluram. Stress. Hə, adult oluram deyə heç vaxt adult olmadım. Amma yox, o baxımlardan həmişə çox independent oldum. Hə, ondan sonra da həmən də o şeylə, beyinlə ki, hədə mən yəni ki, adult olunca mənim həyatım, öz həyatım, onların həyatı, onların həyatı. Ona görə yəni, 30-da nəsə soruşmaq too much. Gözləməyin ki, bir gün valideynləriniz gələcək, yəni əgər sizin 30 plus yaşınız varsa, gözləməyin ki, bir gün valideynləriniz gələcək, deyəcək, hə, "Vəsə, bundan sonra qərarlarını özün ver." Yəni o cəsarəti özünüz göstərməlisiniz və özünüz onu out loud, yəni səsli deməlisiniz ki, bundan sonra qərarlarımı mən verəcəm. Çox çətindir, anlayıram ki, amma çətindir eləyənə qədər. Həqiqətən fərqli ailələr var, fərqli tərbiyə. Yəni bir də Zosipsən məndə məsələn nə özümdə nə aydınlanma yaşayandan sonra çox şey münasibətim dəyişdi. Məsələn, hansısa insanı əvvəllər mən mühakimə eləyirdim. Məsələn, səndən misal götürək də ki, Zosi bunu niyə belə eləyir məsələn? Oturub deyim, Zosi bunu niyə belə eləyir? Zosi pis insandır deyə bunu belə eləyir, yoxsa nə bilim konservativ falan və sənə idi də mənim fokusum. Sonra mən məsəl üçün də indi söhbət təbii ki səndən getmir. Qısa yerdən misal olsun deyə. Sonra mən sənin tutaq ki anavı atıb mən gülmədim ikisini də tanıyıram deyə elə çıxır ki sizdən danışıram amma I swear to God yəni çox başqa adamlardan danışıram. Nə bilim valla. Biləmədim yəni, artıq. Sonra mən həmin adamın anası atası ilə bir gün keçirdəndən sonra o insanı ki indiyə ki mühakimə edirəm, elə anladım. Onu ki bu onun anası budur, atası budur. Mən bu adamdan nə yəni bu dünyanın produktudur da, məhsuludur. Yəni ki o elə bil ki məndə o şeyi həmin o həmişə это всё genaya bağlamağım da məsələləri ki, yəni bəzən məsələn sevdiyimiz insanlara da belə çox yüklənirik ya da nə bilim də münasibətdə olan ki, sən niyə beləsən? Sonra da bunun anası budur, atası budur da. Like bu dünyanın məhsuludur. Mənim çox başqa bir dünyanın məhsuluyamsa tək o insan deyil, yəni problem. 100%. Və bunu bilsən nəyə bağlamaq istəyirəm Zosi? Bu günlərim I got you. Bu günlərim bacımla yenə danışıram. Bacım həmişə hər şey deyinir, məndən beşbədə. Mən deyingən deyiləm hər halda o qədər də, yox. Deyingən. Mən səni deyingən tanımıram. Pozitiv tərəfin daha çoxdur. Nəysə, söhbət düşdü. Biz hər səhər bacım, anam, o biri bacım, bibim, hamımız belə zəngdə oluruq. Sosial anksiyetam tutdu. Bunu eşitməkdən mənim səhərim onlarla açılır və bunu çox sevirəm. Bu gözəl rutindir. Mənim üçün sevirəm onlarla danışmağı. Nəysə ki, bu gün bacım nəsə elədim, amma dedi bir dəqiqə saxla. Yenə başlayacaqsan. Siz belə eləmisiniz, siz elə eləmisiniz falan filan. Nəysə gördüm amma çox əsəbləşir. Mən dedim ki, saklama düz deyir də. Səidə də mənə qayıtdı ki, sən də indi güya empatiya hissi göstərirsən mamaya. Yəni güya indi sən empatsan, ona görə elə eləyirsən. Əslində sən də mənimlə razısan. Və mən başa düşdüm ki, mən onunla razı deyiləm. Niyə? Çünki o mənim mamamı judge eləyir ki, sən bizə belə demisən, belə eləmisən. Amma o elə bil inkar eləyir o ortamı hardakı biz böyümüşük. Deyirəm sən onda mamanı judge eləyərsən ki, biz məsələn Şveysariyada böyümüşük və mama o şeyləri bizə eləyib Şveysariyada yaşaya-yaşaya. Ay qardaş, mən Sumqayıtda doğulmuşam, böyümüşəm, 9-cu məhəllədə böyümüşəm və odur yəni mühitimiz olub. Təbii ki, Zosi. Yox, yəni Saykaya nə də qatılıram, bilmirəm o belə deyib yoxsa, amma əlbəttə ki, onun nəticəsi olaraq biz belə nədəsə, nəyimizsə çatışmırsa, onu da inkar etməmək lazımdır. Bu mənim anamın da suçu deyil axı. Ananın da 100% günahı deyil, amma anan da qəbul eləməlidir səni olduğun kimi ki, mən də beləyəm, çünki mən də belə bir şəraitdə yaşamışam. O da onu deyir ki, onda belə idi. Hə, və onu mən deməkdən məsələn çəkinmirəm anama amma ya da atama. Amma biraz da mamam deyir əcəb eləmiş. Hə, yəni onu da demək, onun da qızında haqqı var onu deməyə. Başa düşdün? Necə ki anan da onu eləyəndə onu pis mənada eləmir. Prosta bilirsəniz, Zosi, mən bir də nəyi düşünürəm? Məsəl üçün biz bu haqqda da danışmışıq əvvəlki epizodlarda.
oturub valideyni cac eləmək nəyəsə, допустим, nə bilim 15-16 yaşın var. I get that. Çünki sən hələ də o yaşdasan da, amma 30-larda da valideyni cac eləməkdə nədir point? Sən artıq valideyndən bir asılılığın yoxdur. Decision maker özün üçün. Valideyninin himayəsində deyilsən, özün öz həyatını qurursan, idarə edirsən. Yəni baxın sən travmalarınla sonuna kimi üzləşib onları heal eləmisən, müalicə eləmisən, yoxsa adam var 55 yaşında da, 60 yaşında da hələ də ona atasının, anasının verdiyi travmadan danışır, durmadan o haqda danışır. Çünki onu heal eləyib bitirə bilməyib. İndi biz bəlkə millenniallar olaraq biraz bu belə bunun içindəyik, yəni psixologiya, nə bilim o bu. Bizim daha çox artıq əksesimiz olub deyə bəlkə də biz nələrsə özümüz də çözürük, psixoloqlara da gedirik, terapiyada görürük. Amma yəni ki dediyim kimi də, yəni ki onu cac etmək də bir haqqdır. Yəni mən onu da haqq olaraq görə bilirəm ki, faktiki əgər anam məndən nəsə tələb eləsə, xüsusilə elə anlarda mən də ona qarşılığında deyə bilərəm ki, nə gözləyirsiniz ki? Yox, tələbdən getmir söhbət. Yəni ki, it's a different situation. Mən sadəcə olaraq düşünürəm ki, bir insanı cac eləmək üçün insan, yəni mən bunu necə anlayıram? Mən elə bil olduğum, böyüdüyüm mühiti inkar eləyərək bir insanı cac eləyirəmsə, fault on me, mən bunu eləyə bilmərəm. Çünki mən də o mühitin bir parçası olmuşam onda. Yəni o insan da məni böyüdən və yaxud допустим valideyn evlad münasibətini qoyaq bir qırağa. Müəllim evlad münasibətini götürək, məktəbə gedək, lap допустим heç ailəyə girməyək. O vaxtı məktəblərdə də aşağı-yuxarı bütün müəllimlər də eyni idi, bütün nə bilim direktorlar da eyni idi, hamısı aşağı-yuxarı eyni idi. Çünki mühit o idi. Yaxşı mıydı? Deyildi təbii ki. Amma mən o mühitdə olduğum üçün və o mühitdə o müəllimin, o direktorun da olduğu üçün tək direktoru və müəllimi cac eləyə bilmərəm axı. O da o mühitin produktudur. Cac eləyə, tək onu eləyə bilməsən, amma məsələn göz yumub davam eləməkdə o sistemi pozmur, başa düşdün? Yəni sən qarşı fikir deməlisən ki, o qırılsın sistem. Zaten o sistem artıq davam eləmir deyə düşünürəm. Yəni də bilmirik də. Yəni ki, o danışmağın, mən məsələn etiraz eləməyin, nəyəsə protest eləməyin gücünə inanıram. Yəni şeyə inanıram ki, məsələn dialektizmdə, yəni ki, bir fikir var, mən bu fikrə qarşı fikir deməsəm, orta fikir ortaya çıxmayacaq. Ona qatılıram. Tez, antitez, sintezdə, yəni o olmalıdır. O məsələn deməsən də, içində saxlasan da, o bir adama ekstra kredit vermiş olursa, hansını ki bəlkə heç haqq etmir. Yəni onda o da öz minuslarla qarşılaşmır da, heç bir şəkildə. Vaxtlar da onda hamıya qarşı o dediyimiz kimi, onda hamı ilə empatiya quraq. Onda sonu yoxdur, yəni. Müəllimimlə də empatiya qurum, nə bilim. Mən müəllimimlə empatiya qurmaram. Sadəcə olaraq onu cac eləmək də mənə çox mənasız gəlir indən sonra. Mən həqiqətən də onda point görmürəm. Çünki nə o müəllimin bir etkisi var mənim həyatımda. Sadəcə olaraq mən artıq başa düşürəm ki, o sistem yoxdur. Çünki mən o sistemi davam elətdirən nəsil deyirəm və məndən sonra gələnlər də zaten onu davam elətdirən nəsil deyil. Biz o sistemi zaten qırdıq. Bizdən sonra da indiki sistemi qırılacaq bəzi şeylər olacaq. O da bizdən sonra gələn nəsil eləyəcək və bu belə nəsillərlə davam eləyəcək. Kimin üçünsə də biz belə şey olacağıq, dinosaurs. Əlbəttə Zosi, bu atçı ideyası məsələsi heç vaxt tükənməyəcək bir şeydir, yəni ki, onlar bizi anlamayacaq, biz onları, yəni nəsillər arası fərq realdır da, bu o qədər normaldır həm də. Məsələn, bunu da o qədər qəbul eləyirsən ki, yəni bir anda ki, niyə mən məsələn %100 anamı ya da atamı anlamalıyam və yaxud o niyə məni %100 anlamalıdır. Anlasaq bizi eyni nəsildən olmalıyıq da, deyiliksə çox normaldır ki, nədəsə bizi anlamayacaqlar və biz də onları nədəsə anlamayacağıq. Və bu qarşılıqlı bir-birimizi cac eləməklə də heç bir yerə gətirməyəcək. Yox, gətirir. Mən məsələn qatılmıram. Cac gətirmir. I don't see a point in judge. Dialektizmdir də Zosi. Mən məsələn blame olur sən blame eləyirsən. İmенно günahkar axtarırsan.
Nəyisə vocalize eləyib deyirsənsə, fikir olaraq bildirirsənsə, Çünki o çıxır da, onun o travmasını heal eləyir o an. Yəni deyir və rahatlayır. O üzləşmə mənə elə gəlir ki, lazımdır. Səndən məsələn bir adam travma yaşadıbsa, sən o travmadan qurtulmanın yollarından biri də o üzləşmədir, o confrontation anı. Bəlkə onun ona ehtiyacı ola bilər yəni. Yəqin ki, mən travmalarımı elə heal eləmirəm deyəni anlamıram. Hərədə çox fərqli işləyir də o. O da var. Ola bilər. Bunu bir sayka ilə danışım. Sən məsələn insanlarla belə confrontation eləmirsən. Mən confrontation ümumiyyətlə sevmirəm. Sən avoidant personality sən axı, düzdür. No thanks. Yəni I have no time for that. Mən heç sevmirəm confrontation. Mən içimdə çözərəm hər şeyi, cavabını da taparam. Lazım olar söhbət eləyərəm insanla, yeri gələrsə əgər. Məsələn, mən də anamla bir çox mövzularda danışmışam. Anamla da, atamla da. O deyil də, mən anamla, atamla oturub onları judge eləyərək danışmamışam. Çünki mən onları judge eləyə bilmərəm. Mən özümdə o right-ı bilirsən niyə görmürəm, Zosi? Çünki onlar o dövrdə böyüyüblər. Onlar o dövrün mühitində uşaq böyüdüblər, 4 uşaq böyüdüblər. Və mən onun realitisini heç vaxt başa düşə bilmərəm. Heç vaxt. Onlar nələr yaşayıblar, nəyi necə eləyiblər. Mən onu heç vaxt anlaya bilmərəm. Çünki mən onda uşaq idim. Və mən ancaq valideynlərimi işləyən görmüşəm də. Onlar həmişə ancaq işləyiblər. Belə görmüşəm. Və indi mənim, yəni hamımıza istədiyimiz təhsili veriblər. Dəridən qabıqdan çıxıblar. Heç vaxt heç bir təhsilimizdə bizi, yəni heç kimi əksiltməyiblər. Bizim üçün top priority olub. Nə musiqi məktəblərinə göndəriblər. Dünya görüşümüz üçün invest eləyiblər. Mən daha nə istəyə bilərəm bir valideyndən? Amma Zosi, belə də bir şey var ki, yaddaş seçicidir də insanlarda. Ona qatılıram. Bacı, qardaş ya da iki bacı, sən nəyisə çox müsbət xatırlaya bilərsən. O bəlkə səndən böyüdür deyə ondansa daha pis tərəflərini səndən daha yaxşı xatırlayır ya da sən unutmaq istəmirsən. Zaten o hər şeyi çox dərininə qədər xatırlayır. Mən də məsələn eləyəm. Bütün neqativləri də olduğu kimi xatırlayıram. Mən elə deyiləm. Mən onları xatırlamıram. Sən beynin onları selektiv olaraq unudub, onsa yaddaşında maşallah. Ona görürsən bu soyka nəyi başa düşmürəm nəyə. Kimə yatma sonra səndən orada fırtınalar qopub. Qız prosta. Amma Zosi gəlmişəm aylayla. Bir də o şey məsələsi də bayaq Einstein'in o zaman məsələsi də. Məsələn İndiki Aysel okey bəlkə də olacaq, amma balaca içindəki uşaq Ayselin bəlkə ehtiyacı var onlara onu deməyə. Narahat olma. Deyib balaca rahatlayır. Aysel indiki Ayseldən də rahatdır yəni. Hə, amma hər adamın o içindəki balaca uşağı qədər rahat deyil. Demirəm ki, içimdə məni narahat edən heç vaxt heç nə olmayıb. Təbii ki, olub. Kimdə yoxdur ki, hamıda var. Amma deyirəm də mən özümdə onu çözə bilmişəm. Məndə məsələn elə olub ki, bir dəfə filan ki, belə oturub yəni demişəm hər şey belə non-stop bir gündə illərlə içimdə tutduğum şey belə. Amma ondan sonra gələn rahatlıq kimi məni məsələn heç bir şey mənə o qədər yaxşı təsir eləmir. Bilirsiniz o amma belə söhbət formasında da şey bax, sən niyə belə elədin yox. Onu mən sevirəm. Söhbət formasında onu deyib, vocalize eləyib, səndən çıxartmaq that's totally fine. Onu mən də eləmişəm. O adama çox kömək eləyir yəni. Və qarşı tərəfə də kömək eləyir. İşte sən söhbət eləyəndə qarşı tərəf səni eşidir. Judge eləyəndə qarşı tərəf özünü defend eləməyə instinkti ilə sənlə danışır. Özünü məsələn deyir yox elə şey olmayıb. Deyirsən ki, yadındadır bizi. Deyir yox elə şey olmayıb. Başa düşürsən? Aynen o kimi. Bir də Zosi, mən uşaqlıqda çox daydreamer olmuşam. Bilirsən necə? Bax belə göylərdə uçurdum da, öz dünyam var idi. Və doğrudan da yerdə nə baş verirdisə, fərqində deyildim. Mən onlardan xəbərim olmurdu. Mən orada belə öz dünyamda öz həyatımı yaşayırdım. Çox daydreamerdim. Yəni ki, mən çox ayıq uşaq idim. Mən yəni ki 5 yaşımda ta ki 15 yaşlılığının başa düşəcəyi hər şeyi tuturdum. Sonra dedim bu belə oldu. Dedilər what the hell? Sən niyə bunları anladın? Amma hər şeyi görürdüm yəni mən. Yo, mən uçurdum göylərdə. Uçurdum. Çox good for you. Görsən travman yoxdur. Görsən ona görə ancaq yaxşı, perfect uşaqlığımız olub. Oh my god. No, çox əladır. Çox əladır elə olmağı. Yəni hə olub, yəni nələrsə, amma workout eləmişik. Çox şükür.
Ay çox danışdıq, yoruldum mən. Bugün çox uzun 12 danışdıq. Zosi, onu kəsə, onu saxla. Kəsimə. Hə, çox sağ olun bizi dinlədiniz. Bizə Abunə olun. Əgər bu dəqiqəyə qədər baxmısınızsa bizə abunə olun, xahiş edirəm.